102-ci misalda baxırıq şagirdlər. 102-ci misalda deməli 2 üstü 3 vurulsun 3-cü dərəcədən 2 bərabər 4 vurulsun 2 üstü 3-cü dərəcədən x-in kvadratı. Buradan aydın ki, bu sağdakı, yəni bu 4 2-nin kvadratıdır. Oldu deməli 2 üstü 2 üstə gəlsin 3-cü dərəcədən x-in kvadratı. Deməli üstləri eyniləşdirək. 2 üstə gələk 3-cü dərəcədən x-in kvadratı bərabər olacaqdır 3 vurulsun 3-cü dərəcədən x. Buradan 3-cü dərəcənin x-i bir dənə t deyirsiniz. Alıram məsələn bu t kvadratı. T'nin kvadratı çıxılsın 3t. Üstə gəlsin 2 bərabər 0. Bu t'nin kökləri 2 ilə 1'dir. Demək bir dəfə bu əvəz etdiyimiz 3-cü dərəcənin x 2'yə bərabər olur. X bərabər 8. Bir dəfə də 3-cü dərəcədən x bərabərdir 1 olur. Buradan x bərabər 1. Bu t'nin köklərini cəmi soruşur. O da elədik 9. 104-cü sual. Demək 3'də 1 üstü modulda x çıxsın 4 bərabərdir 3 üstü x çıx 4. Buradan aydın ki 3 üstü mənfi modulda x minus 4 bərabər 3 üstü x minus 4. Yəni buradan da modulda x minus 4 bərabər 4 minus x. Moduldan deməli içərisi müsbət olanda özü çıxır. Mənfidir ki, əksi çıxdı. Deməli x minus 4 həm mənfi, həm də 0. Deməli x kiçik bərabər 4 bu şəkildə. 106-cı tapşırıq. 2 üstü kök altında 200. Çıxılsın 2 üstü 2 üstə gəlsin kök x. Üstə gəlsin 48 bərabər 0 tənin həll edin. X çıxsın kök x-i hesablayın. Bu aydın ki 2 üstü kök x. Bunu bir dənə t deyə bilərsiniz. 2 üstü kök x. Direkt qalsın çıxılsın 4 dənə. 4 dənə 2 üstü 2 4. Bərabər bu da mənfi 48'ə. Bu da mənfi 3 vurulsun 2 üstü kök x. Bərabər mənfi 48'ə. Buradan 2 üstü kök x bərabər 16'ya. Yəni 2 üstü 4'ə. Kök x də bərabərdir. Burada nədir? 4'ə. X də bərabər 16'ya. Vəssalam yerini qoyun. Bu 16'dır. Bu da 4'dür. Cavab elədiyi 12. Sonra 107'də oxşarıdır. 108 sual. 108 sual. Deməli, x-ci dərəcədən 81 çıxılsın 82 vurulsun. X-ci dərəcədən 9. Bir də üzərinə gəlsin 81 bərabər 0 tənin həll edin. X-ci dərəcədən 9'a bir dənə t deyirsiniz. Alınır t'nin kvadratı çıxılsın 82t. Üstə gəlsin 81 bərabər 0. V teoremine görə aydın köklər cəmi 82. Hasili 81 olan ədəd 81 və 1'dir. Demək A bəndi buradan x-ci dərəcədən 9 bərabər 81'ə. B bəndi x-ci dərəcədən 9 bərabər 1'ə. Aydın ki kökün altında 9 var. Bu heç vaxt 81 çıxanməz, boşca olur. Ya da ki belə yazaq 9'dur 1 bölü 2. 9'dur 2. Yəni x bilirsiniz ki x burada böyük bərabər 2 və natural olmalıdır. Burada x bərabər 2'də 1'ə. Bu da nədir? Səhvdir. Boşca olur yəni kənar kökdür. Buradan 9'dur 1 bölü x bərabərdir 9 0'a. 1 bölü x də heç vaxt 0 olmaz, boşca olur. Yəni bu tənin kökü nədir? Yoxdur, boşca olur. Sonra baxırıq misal nömrə 109 fərqlidir 109. Deməli kök altında 5 bölünsün 2. Üzərində yazılar x kvadratı çıxsın 5. Bu bərabər 0,64 üstü x. Bu tənin köklərin cəmi soruşur. Bu %64'dür, %64. Bunu ixtisaliyə yazı kök altından 5 bölünsün 2. Üstü x kvadrat çıxılsın 5 bərabərdir. Bu da 4 ixtisaliyyədir. Qaldı 4 bölünsün 25. Üstü x. Bu da 2 bölünsün 5. Kvadrat yazsam 2x. Bunu da yazarım kök 2 bölünsün. Bir dəqiqə bir səhv yazmayın. Bu 4 ixtisaliyyədir. Deməli bu 16 qaldı. 16. 16 bölünsün 25. Bu da olsun deməli 4 bölünsün 5 2x. Bu da 2 bölünsün
kök altına 5'in bir de kvadratı. En üstü 4x. Nəhayət yerlərini dəyişdirəndə kökdə 5 bölünsün 2 üstü mənfi 4x. Belə. Deməli artıq əsaslar eynidir, üstləri də eyni olmalıdır. Deməli x kvadrat çıxılsın 5 mənfi 4x-in. Buradan x kvadrat üstə gəlsin 4x çıxılsın 5 bərabər 0-a. Bu tənin köklərin cəmi soruşur. Cavab mənfi 4. Sonra 111-ci sual. Demək 6 üstü 2x üstə gəlsin 3 vurulsun 4 üstü 2x çıxılsın 2 vurulsun 9x bərabər 0. Bu tənliyi həll edin. Bu bir cins tənlikdir. Bir cins tənlik nə deməkdir? Yəni tənliyə daxil olan ifadələrin dərəcələri eyni olmalıdır. Görürsən, bunun dərəcəsi x-dir, x-dir, x-dir. Yəni bir cinsdir. Bunu yəni ki 3 dənə yolla yazmaq olur. Yəni 6 üstü x-ə də bölmə olar. 4 üstü x-ə də bölmə olar. 9 x-ə. 6 üstü x-ə bölsək, burada bir 3'də 2 üstü 2, burada 2'də 3 üstü x alınır. Gərək 3'də 2 ilə 2'də 3'ə təzdən birine t deyin, birine 1 böl t. Ona görə bu uzundur. Bu 2 üstü 2 x, 3 üstü 2 x olan var. Bax bunları bölsək daha rahatdır. Yəni buna da bölmə olar. Buna da, buna da. Mən məsələn ya 4 üstü x-ə ya 9 x-ə bölürəm. Gəlin 9 x-ə bölək. Onda alırsınız 6 üstü x bölünsün 9 x üstə gəlsin. 3 vurulsun 4x bölünsün 9x. Bir də çıxılsın 2 vurulsun 9'da 2x bölünsün 9x bərabər 0. Bəli, bu oldu deməli 3'də 2 üstü 2x. Bir də üstə gəlsin 3 vurulsun. Həmin 3'də 2'nin üstü 2x. Çıxılsın 2 bərabər 0. Həmin bax bu 3'də 2 üstü x-ə bir t deyirsiniz. Belə bir kvadrat təni alırıq. 3t'nin kvadratı üstə gəlsin t çıx 2 bərabər 0. Bu diskriminantla da aydındır. En kısa yolu a çık b üstə gələ c 0 olarsa, bu t'nin kökünün biri mənfi 1'dir. Digəri də mənfi c bölü a. Bu şərt ödənir deyə, bəli bu t1 bərabər mənfi 1'ə, t2 bərabər 3'də 2'yə. Aydın ki, bu əvəzləmə mənfi 1 ola bilməz. Çünki üstü funksiyanın qiymət olası 0 müsbət sonsuzdur. Ya da aydın ki, x yerine nə yazsaq, sonsuzlu qoysaq, müsbətə gedir, mənfi 0'a gedir. Mənfi 1 olamaz. Burada deməli x bərabərdir 1. Bu tənin kökü sadəcə 1'dir. 113-cü sual. 113. Loqarma 5 əsasdan x üstə gəlsin. Loqarma x əsasdan 5 üstü mənfi 2. Bu bərabər bir tənin köklərin cəmi istəyir. Buradan loqarma 5'dən x-ə t deyirəm. Alırım t, çıxılsın 2 bölünsün t. Çıx 1 bərabər 0. Hər tərəfini t'yə vursanız t kvadrat çıxılsın t. Çıx 2 0. Bunun t'ləri 2 ilə mənfidir. Demək bir dəfə bu t yəni 2 olacaqdır. Bir dəfə də mənfi. Buradan aydın ki, deməli onda x bərabər olur. 5 üstü 2 yəni 25'ə. Bir dəfə də x bərabər 5 üstü mənfi 1 yəni 5'də 1. Bunların kökləri cəmi soruşur. 25'dən 5'də 1'in cəmi. Cavab elədi 25'dan 5'də 1. Sonra 114'ün sual. 114. X üstü LG2 bərabər min x kvadratına. Min x kvadrat. Bəli, necədir? Düzdür, biz buradan deyə bilərik ki, LGX bərabərdir. Loqarma x əsasdan bu. Ancaq ən gözəli hər tərəfini yuxarının əsası nədirsə, o əsası qabağa getirmək lazımdır. LG. Yəni belə deyirlər, LG eləyirik. Buradan aydın ki, LGX vurulsun LGX alırıq. Bu da bərabərdir LG min. Üzərinə gəlsin LGX'in kvadratı. Aldıq deməli LG kvadrat x çıxılsın 2 LGX. Çıx 3 bərabər 0. Bu tənin kökləri 3 və mənfi 1'dir. Deməli 3 və mənfi 1. Yəni əvəzləmə ehtiyac yoxdur. Kimə ehtiyac varsa t yazsın. Bir dəfə LGX bərabər 3 olacaqdır. Bir dəfə də LGX mənfi 1 olur. Buradan x bərabərdir 10'un kubuna. Bir də x bərabərdir 10 üstü mənfi 1'ə. Kökləri hansını soruşur? O da nədir? 100 verir. 115'in misalda yazaq daha yaxşı başa düşək. X üstü LGX plus 2. Bu bərabərdir min x kvadratına. Və yuxarının əsası nədirsə, o əsasdan yuxarı LG'dir. Demək qabağını bir LG yazır. LG. LG. Bu şəkildə.
Bəli, yuxarı aydınki düstura görə önə gəlir. ELG x plus 2 vur ELG x. Sağ tərəfdə bərabərdir. Bunu düzmü köçürdük? Bu bir də ki bu sadəcə bir idi. Min idi bəli. O da bər ELG min, o da 3 elədi. Buradan alırıq ELG kvadrat x üstə gəlsin 2 ELG x. Çıx 3 bərabər 0. Bunun kökləri -3 və 1-dir. Demək bir dəfə ELG x bərabər -3 olur. X bərabərdir 0,1. Bir dəfə də ELG x bərabər 1 olur. X də bərabər 10. Belə. 116-cı sual. Deməli, sual. Modulda ELG 2x plus 9 bu bərabər imiş. Sağ tərəfdə yazılır. X üstə gəlsin 2a-nın kvadratı. Aydın ki, bu ədədin kvadratı bu sağ tərəf. Qabatı mənfi olduğuna görə bu kiçik bərabər 0. Bəli, bu kiçik 0 olsa modul mənfi olamaz, boşca oldu. Ancaq bərabər 0 ola bilər. Bunun bərabər 0 olması üçün gərək x -2 olsun. X-in yeri -2 yazırıq. Yəni x-in yeri -2 yazırıq. LG -4a plus 9. Bunun içi gərək 0 olmalı ki 0 çıxsın. Burada -4a üstə görə 9, 10 üstə 0, 1 verir. -4a, -8. A da bərabərdir müsbət 2. 117. Sual belə 1 üstə gəlsin x kvadratı və qüvvətində 1 üstə gəlsin 100-cü dərəcənin x. Bu bərabərdir 1 üstə gəlsin x kvadratı və qüvvətində 100 üstə gəlsin 100-cü dərəcənin x. Biri deyə bilər ki, məsələn, cavabları yerinə qoyub baxıram, məsələn, 0 qoyuram ödəyir, düzdür. Ancaq əsl yolu elə deyil də. Burada 4 dənə qayda var, yəni bu tip misalda. Bir dəfə üstləri eyniləşdirməlisiniz. 1 üstə gəlsin 102, 100-cü dərəcədən. Bərabər bu ifadə, yəni üstlərini eyniləşdirsiniz. Bir dəfə də bu mötərizənin içi 1 olmalıdır. Düşünün, yəni 1-in istənilən qüvvətləri eyni olur. Bir dəfə də 1 üstə gəlsin x-in kvadratı -1 olur. Çünki -1-in modulu yenə birləyir. Bir dəfə də 1 üstə gəlsin x-in kvadratı 0 eləməlidir. Yəni 0-ın məsələn üstü 5, 0 üstü 6, 0 üstü 5-də 1, 0 üstü 7-də 1. Düzdür, mənfi. İndi aydın ki 0-0 mənası yoxdur. 0 üstü mənfi mənası yoxdur. Mənfisi kəsr mənası yoxdur. Bunlara baxmaq lazımdır. Bunlar boş olur. Buradan aydın ki məsələn bunlar getdi 1 bərabərdir 100 boş alınır. Buradan x bərabər 0 alınır. Buradan da boş alınır. Buradan da boş alınır. Ona görə cavab 0. Deməli qayda budur. Üstləri eyniləşdirmək. Sonra aşağıları bir dəfə 1 götürürsünüz həmişə. 1, -1, 0. 119. Deməli, loqaritma 2 əsasından sual belədir. 9 çıxılsın 2 üstü x bərabər 3 minus x-i həll edin. Buradan aydın ki 9 çıxılsın 2 üstü x bər 2 üstü 3 minus x-i. Yəni bu da 8 bölünsün 2 üstü x verir. 2 üstü x-ə bir t əvəzləməsi aparsa, demək alırıq 9 çıx t bərabər 8 böl t. Hər tərəfi t'yə vuraq. 9t çıxsın t'nin kvadratı 8-dir. Sadələşdirsiniz. T'nin kvadratı çıxsın 9t üstə yerə 8 0. Bu demək ki 8 və 1 oldu. Bir dəfə bu 2 üstü x dediyimiz 8 olmalıdır. Bir dəfə də 2 üstü x dediyimiz 1 olmalıdır. Yəni və yoxlamaq lazım. Ümumiyyətlə loqaritmada içərini, əsası 3-dür təbii ödəyir, 0-dır ödəyir, heç bir problem yoxdur. 121-ci sual. Loqaritma 3 əsasından 2 çıxılsın. Loqaritma x əsasından 9-u yazıram 3-ün kvadratı. Bərabər 1. Yəni buradan loqaritma 3-dən x-ə bir t deyə alırıq t çıxılsın. Bu 2 böl t'dir. Çıx 1 0. Hər tərəfini t'yə vursanız. T'nin kvadratı çıx t çıx 2 0-dır. Bunun köyləri 2 və -1-dir. 2 və -1. Bir dəfə bu ifadə bərabər 2 olacaqdır. Bir dəfə -1. Demək x bərabərdir 3-ün kvadratına. Bir dəfə də 3 üstü -1-ə. Və sonra köklərini tapırıq. İndi nəyi soruşur? Cəmini soruşur, hansını soruşur? Mən heç yerə yazmıram. Sonra 123.
Demek x üstü LG2 üstə gəlsin 2 üstü LGX. İndi aydın ki, belə düsturvədə ABC bərabər CBA-ya. Yəni buradan aydın olur ki, yəni bu şübhəsiz ki, bunlar bir-birinə bərabər. Ona görə yəni 2 dənə ya budur, ya budur. 2 dənə məsələn bunu yazalım. Bu seçməkdən məqsədim odur ki, bu rahatlıdır. Çünki əsası nədir? Ədəddir. Bərabər 8-ə. Buradan 2 üstü LGX bərabər 4-ə. Bu da 2'nin kvadratıdır. LGX bərabər 2'ye. X də bərabərdir 100'ə. Sonra deməli baxırıq 125'in sualına. 125. 4x bərabər 18'ə. 3 üstü y bərabər 30'a. Buradan aydın ki, x bərabərdir 4'ün kvadratı, yəni 2 tam nə qədərsə. Y-də 3'ün kubu 27, bu da 3 tam nə qədər. X çıxsın 3, üstə gəlsin. X minus y üstə gəlsin. Y çıx 4, deyir nəyə bərabər? Buradan x yəni 2 tam nə qədərdir? 3 çıxanda mənfi deyir. X y-dən görürsünüz kiçikdir. Buradan da y-də nədir? 3 tam nə qədərdir? 4-də nədir? Kiçikdir. Bəli, hamısı nədir? Kiçik olur. Demək, hamısı da əks çıxacaqdır. Müsbət olsun deyə 3 minus 2 üstə gəlsin. Y minus 2, bir də üzərinə gəlsin. 4 minus y. Buradan deməli y-lər getdi. Qaldı 7 çıxsın 2x. Bəli, 7 çıxsın 2x. Sonra deməli 126-ın sual belədir. Mən şərti köçürürəm. Bundan dərəcələr eynidir. Dərəcələr eyni deyə 925'e vurdum, elədi 225. 225 üstü deməli x bölünsün 4. Bərabər 225 üstü -1. Buradan x bölünsün 4 -1'də. X də bərabər -4. 127'nin sual. 7 üstü 2 minus x bərabərdir. X bölünsün 7. Tənliyin neçə dənə kökü var? Ümumiyyətlə, orta media kursunda qrafik üsulu var. Qrafik üsulundan tənliyin köklərin sayını və işarəsi təyin olur. Yəni, qrafik vasitəsilə bu tip misalları yazırıq. Yəni, bunu yazırım 49 vursun. 7'də 1 üstü 2, yəni bu tənlik həll olunmur, onu demək istəyirəm. Bu tipli tənliklər. X bölünsün 7. Soldakı funksiyanın qrafiki azalır deyə belə çəkirik. Və bu aydın ki 0,1'dən keçir. Bu da x bölünsün 7'nin qrafikidir. Aydın ki k müsbət, b müsbət olanda 1, 2, 3'dən keçir. Kəsmə nöqtəsini görürsünüz 1 dənədir. Ona görə bu tənliyin neçədən kök var? 1 dənə. Sonra 128. 1 bölünsün 4 üstü 2 bərabərdir. 3 bölünsün 2 üstü 2 minus 2. Bu tənliyin köklərin cəmi tapın. Bu da yaxşı olar ki 1 bölü 2 üstü 2 t deyə. Onda alıram t'nin kvadratı, çıx 3t. Üstə gəl 2 0'da. Buradan t 2 və 1'dir. Bir dəfə deməli burada a bəndi. Bu 1 bölü 2 üstü 2'ə deməli 2 veririk. Bir dəfə də 1 bölünsün 2 üstü 2'ə 1 veririk. Buradan x'in yerinə deməli -1 qoyanda alınır. Burada da x'in yerinə 0 qoyanda. -1-dən 0. Köklər cəmi -1. 130. Buradan deməli a ilə b-nin dəyəri hasılı 1'dir. Və a ilə b 1'dən fərqlidir. Bu a üstü 2x plus 9 bərabərdir b üstü 5x minus 2. Demək, tənliyin həll edin. Deməli, buradan hər tərəfini məsələn b-yə bölsək, sağdakına bölürəm. A bölünsün b. Buradan deməli a ilə b-nin hasılı 1'dir. Yox, belə yox. Buna bölmürəm, yox. Bu bərabərdir. Şübhəsiz ki b-nin yerinə 1 bölünsün a yazırıq. Bu oldu 1 bölünsün a üstü 5x minus 2. Bu da olacaq a üstü 2 minus 5x. Əsaslar eynidir, üstləri də eyni olur. Deməli 2x bölünsün 9 bərabər 2 çıx 5x olur. Buradan 7x bərabər -7, beləliklə x bərabər -1 olur. 131. Loqaritma x əsasından x kvadratı bərabər 2 tənliyin həll edin.
Buradan x'in kvadratı beraberdir x'in kvadratı. Tamam. O demek değil ki mənim sonsuz müsbət sonsuz. Şübhəsiz ki, yəni burada düzdür, nə qoysaq ödəyir. Bu heç, burası r-dir. Bütün həqiqətlə çox. Ancaq burada x şübhəsiz ki, sıfırdan böyük olmalıdır və birdən fərqli olmalıdır. Ona görə biz deyəcəyik ki, bunun cavabı olacaq sıfırdan 1-ə və eyni zamanda birdən müsbət sonsuzluğa. Bəli, belə. 132 sual. Y bərabərdir. 2 üstü loqarma 3-dən 2 çıx 5. Bunun sıfırlar, funksiyanın sıfırları, yəni funksiya y deməkdir. Y-in sıfırı, yəni y bərabər 0. Funksiya y sayılır. Argument x-dir. Yəni bir sözlə bunu sıfıra bərabərləşdirin. Oradan 2 üstü loqarma 3-dən x bərabər 5 olacaqdır. Buradan loqarma 3-dən x bərabər 2 deməli loqarma 2-dən 5-ə. Yəni buradan demək x bərabərdir. Deməli x bərabər 3 üstü loqarma 2-dən 5-ə. Bu da oldu funksiya nədir? 0. 133. 1 bölünsün 2 üstü a. Üstə gəlsin. O 2 üstü a çıx 1-də onu yazırım. 2 bölünsün 2 üstü a. Üstə gəlsin. Bu da 4 bölünsün 2 üstü a. Bərabər 28. A-nı istəyir. Bu aydın 9 bölünsün 2 üstü a. 2, 6, 7. 7 bölünsün 2 üstü a. 28 idi. Oradan deməli 7 bərabərdir 28 vurursun 2 üstü a. Buradan 2 üstü a bərabərdir 4'də 1 oldu. 4'də 1 2 üstü mənfi 2 sayılır. A da bərabər mənfi 2. Cavab mənfi 2. 135-in sual. Demək, sual belə 9 üstü loqarma 2 əsasından 3 minus x. Bu bərabərdir 27 üstü loqarma 8 əsasından 15 minus x. Bu təyini həll edin. Buradan aydın 9 3'ün kvadratıdır. Bu da 27 3'ün kubu. 8 2'nin kubu. Bunlar ixtisar geçecek. Bunu yazırım 3 üstü 2 loqarma 2 əsasən 3 minus 2. Buradan 27 3'ün kubudur. Bu da 2'nin kubu. Yəni bunlar ixtisar getdi. Qaldı 3 üstü loqarma 2 əsasdan 15 minus 2. Belə. Sonra əsaslar eynidir. Üstlərini də eyniləşdiririk. Yəni 2 vurulsun loqarma 2 əsasdan 3 minus 2 bərabər oldu loqarma 2 əsasdan 15 minus 2. Bəli, bu tənlikdən aydındır 2'ni gətirim bunun üzərinə. O zaman kök arta bilər. Sonra yoxlayacaq. 3 minus 2'in kvadratı bərabər 15 minus 2. Açanda alırıq x kvadratı. Mənfi 6x. Bu da bu yana gəldi. Elədir mənfi 5x. 9 çıx 15 yəni 6. Bunun kökləri 6 və mənfi 1. Yoxlamaq lazım. 6 yazanda 3'dən 6 çıxanda mənfi 1 kənar kökdür. Mənfi 1'i yerinə yazanda ödəyir. Müsbətdir. Problem yoxdur. Deməli, baxırıq misal nömrə 137. 3 üstü, bax burada kvadratda mən bunu belə yazacağım. 3 əsasdan x vurulsun. 3 əsasdan x bir də üstə gəlsin. X üstü loqarma 3'dən x. Bərabər 162. Bax, şimdi burada yəni bunu belə yazacaq. İşarəsi. Oradan 3'lər getdi, qaldı x üstü loqarma 3'dən x. Bir də üstə gəlsin təkrar özü, yəni x üstü loqarma 3'dən x. Bərabər 162. Bu eyni oldu da, görsə eynidir. Ona görə 2 dənədir. Bir dənəsi olacaq 81. Bayaqlar bunu oxşarın dedik. Deməli, bunun qabağını nə atmalıyıq? Yuxarı əsas nədir? Log 3. Loqarma yəni 3. Belə, loqaritma 3. Və salam. Bəli, bu önə gəldi, vuruldu. Elədi loqarma 3'dən x vur loqarma 3'dən x. Bu da 4. Loqarma 3'dən x alırsınız plus minus 2. 3'ün kvadratı 3 üstü mənfi 2. 1 oldu 9, digər oldu 9'da 1. Köklərin hansını soruşur? O da 1. 138 sualda yazır. Sual 5 çıxılsın. 2 kökdə 6 üstü 2. Bir də üzərinə gəlsin. 5 üstə gəlsin. 2 kökdə 6 x bərabərdir 10. Tənliyini həll edin.
Burada x yəni 2 yazanda 5 çıx, 5 gerek. Gördünüz bunlar getdi qaldı 10. 2 əgər ödürsə, -2 də ödəməlidir. Çünki -2 yazanda bu pürüz, yəni üstünə -2 olanda bunun qoşulmasına gəlir. Yəni 1 bölünsün. Ya da bunun üstünə -2 olanda o birisine gəlir. Əsl yolu isə hər hansı birinə məsələn t deyirəm. Tutaq ki, məsələn bu xoşuma gəldi. Buna t. Bax 5 üstə gəlsin 2 kök 6 üstü x-ə t deyirəm. Onda bax bu var 5 çıxılsın 2 kök 6. Bax bunu deyirdim bayaq. Bu belə daxı. Bunun qoşulmasına vuranda indi olur belə. Bax bu şəkildə. Ona görə bu t-dirsə bu 1 bölü t-dir. Bax 1 bölü t üstə gəlsin t bərabər 10. Bu da hər tərəf t-yə vuranda t kvadrat çıxılsın 10t. Üstə gəlir 1 0 diskriminant elədi. Deməli buradan diskriminant d bərabərdir. O şey nədir? 100 çıxılsın 4 96. Köklər 10 plus minus kök altı 96 elədi 4 kökdə 6. Bölünsün 2. Oldu 5 plus minus 2 kökdə 6. Belə bu köklərdir. Deməli A bəndi. Buna t demişik. Buna. Bir dəfə deməli bu 5 üstə gəlsin 2 kökdə 6 dediyimiz var. Bax bu. Bir dəfə olur 5 üstə gələ 2 kökdə 6. Gördünüz buradan x'in yeni 2 qoyanda ödəyir. B bəndi bir dəfədə 5 üstə gəlsin həmin bu əvəz etdiyimiz ifadə bərabər 5 çıx 2 kökdə 6. Bayaq qeyd elədim. Deməli bu 1 bölünsün nə deməkdir? 5 üstə gəlsin 2 kökdə 6. Bunu almaq üçün şübhəsiz ki bunun üstünə 2 yox, -2 yazmaq lazım. Deməli bu tipli misalda deməli biri 2 isə digəri də -2 olur. Bu qədər. Məsələn 139'a baxsanız yenə eyni şeydir. Bax 139. Görürsünüz 2 qoyanda 3 plus 3 minus. Ha 3'lər getdi qaldı 6. Deyirəm ki bu 2 ödürsə -2 də ödür. Çünki -2 qoyanda onda bax bu gördüğünüz olacaqda 1 bölünsün. Yəni bir sözlə bu buna keçir belə deyək. Plus minusa keçir, minus plusa keçir. 2 ödürsə -2 də ödür. Belə. Sonra 140. misal. 7 vursun 49 200. Üstə gəlsin 5 vursun 14 x. Bərabərdir 2 vursun 4x. Bayaq nə idi? Bu cür bir cins tənlikdir. Bəli, bir cins tənik. Deməli bunun hər tərəfini bax bu 7 üstü belə deyim 2x-dir. Bu 7 bu 2 üstü 2x-dir. Bu 2 vur 7'dir. 2 vur 7. Buna bölsəm gərək biri olacaq 7'deki, biri olacaq 2'də 7, gərək bir də t deyəm. Ona görə ya buna bölmək rahatdır ya da buna böl. Məsələn mən buna bölürəm ki biriniz qalsın. Gəlin 4x-ə bölək. Ancaq şifayət 4x-ə böləndə 7 vursun. Qaldı 2'də 7'nin üstü 2x. Çıxılsın, üstə gəlsin 5 vursun. Bunu 14 böl 4 elədi 2'də 7 üstü 2x. Bir də çıx 2 bərabər 0'a. Bax buradan 2'də 7 üstü x'ə t deyəsiniz. Alırım onda 7 t'nin kvadratı üstə gəlsin 5'dir. Çıx 2 bərabər 0'a. Bəli, yenə a çıx b, yəni 7 çıx 5 a çıx b üstə gəlsə 0'dır. Ona ki t'nin kökün biri -1'dir. Bir də -s böl a. Yəni 2 bölü 7. Yəni aydın ki bu ifadə heç vaxt -1 olamaz. Ancaq 7'deki ola bilər. Oradan x'in də qiyməti 1 olur. Belə. 141'in sonu. Bax 9 üstü 2. Üstə gələ 9 üstü -x ilə 14. Sual ki loqaritma 2'də 1 əsasından. Bax bu 3 üstü x'dən 3 üstü -x'in cəmi nədir? Belə olanda yəni burada 14 üstü 2 gəlin 2 çıxın. Görün hansına kök çıxır? Məsələn 16. 16 deməli bunun yeri 4 yazasın. Birbaşa 4. Cavab -2. Ya da əsl yolu yəni bunu yazıram 3 üstü 2 üstə gəlsin 3 üstü -2. Kvadratı çıx 2 14'dür. Aydın ki onda bunun kvadratı 16'dır. Kök alanda nədir? Plus minus yazan məsələbi 4 müsbət. Yəni burada məsələn 142 sualda bax bu 7'dir. 7'nin üstünə 2 gəlin, təbii qabaqda başqa misal yoxdursa. 7'nin üstünə 2 gəlin 2 çıxın. Görün hansına kök çıxır? Məsələn 9.
9'dan 3 çıxır. Yaz 3'də 1'dən 3, məhv 1. Sonra baxırıq, deməli 143. Sual belə 9 üstü x kvadrat çıx 1. Çıxılsın 12. 12'ni yazırım 3 vur 4. 4 vursun 3. Bir de 3 üstü x kvadrat çıx 2. Üstə gəl 3. Bax bu tənliyin müsbət köklərin cəmi soruşur. Müsbət köklərin cəmi. Buradan 3 üstü 1 daxil. Oldu 9 üstü x kvadrat çıx 1. Çıx 4. 3 üstü x kvadrat çıx 1. Üstə gələ 3 bərabər 0. Bax bu gördüğünüz 3 üstü x kvadrat çıx 1'e bir t diye. Alıram t'nin kvadrat çıxılsın 4t. Üstə gələ 3 bərabər 0. Bax bunun köyləri 3 və 1'dir. Deməli A bəndi. Bir dəfə əvəz etdiyimiz 3 üstü x kvadrat çıx 1 bərabər 3'e. Bir dəfə də 3 üstü x kvadrat çıx 1 bərabərdir. Neydi? 1 idi. 3 0. Buradan deməli üstləri eyniləşdirdik belə. Buradan pürüsümüz kök 2. Bizdən müsbət kökünü soruşur. Buradan x kvadratı bərabər 1'e. Pürüsümüz 1. Bizdən müsbət kökünü soruşur. Çünki müsbət köklərin cəmini soruşur. Cavab kök 2 üstə gəl 1. Bütün köklərin cəmi isə 0'dır. Devam edirik. Deməli 145'in son. 145. Deməli sual belədir. 2 üstü 2x, bu da logaritma 2'den 7. Bir de vursun 7 üstü x kvadrat üstə gələ 2x bərabər 1. Baxsaydı buradan 2'lər 7 qaldı 7 üstü x. 7 üstü x'də vurursunuz 7 üstü x kvadrat üstə gəl x'e 1. Üstləri toplayın. X kvadrat üstə gələ 2x qalır. Bu da 7 0. Bəli, buradan üstləri eynidir. X kvadrat üstə gələ 2x bərabər 0'a. Bunu köklərin cəmini soruşur. Hər ikisi də ödəyir. Cavab mənfi 2. Yəni biri mənfi 2'dir, biri 0'dır. Belə. Sonra 146. Deməli LG 4A minus 2 bərabərdir LG AX minus 9. Tənliyinin A'nın hansı qiymətində tənli kök var? Modulların içəri aydın ki, bunlar bir-birinə bərabər olmalı təbii. Yəni burada modulların içərisi nə olur olsun, yəni ki, müsbət çıxacaqdır. Ancaq bir dənə 0 ola bilməz də. Ona görə 4 artı 8 0'dan fərqli olmalıdır. AX çıxsın 9'da 0'dan fərqli olmalıdır. Ondan başqa nə yazırsan yaz. Yəni bir dəfə x fərqlidir, buradan 4 adam. Buradan da x fərqlidir, xx. X fərqlidir, 9 bölünsün adam. Bu x'dir. Deməli həmin bu 4a fərqli olmalıdır 9 böl a'dan. Buradan deməli 4a'nın kvadratı fərqlidir 9'dan. A da fərqli olacaqdır. Pürüs minus nədir? 2'də 3'dən. Pürüs minus 2'də 3. Pürüs minus 2'də 3. 147 sual. X üstü logaritma, yəni x üstü logaritma 7'den 4 çıxsın. 2 üstü logaritma 7 əsasdan 7x. Çıx 8 bərabər 0 tənliyini həll edin. Bunların yerini dəyişdirin bax. Yerini dəyişdirin yazın 4 üstü logaritma 7'den x çıxılsın. Bu 2 üstü bu logaritma 7'den 7 1 verir. Üstə gəlsin logaritma 7'den x çıx 8 0. Bu aydın 4 2'nin kvadratıdır. Bu yazarım 2'nin kvadratı. Bu belə. Ona göre 2 üstü logaritma 7'den x'e bir t desəniz, alırsınız t'nin kvadratı çıx. Bu da 2 vur t'dir. 2t çıx 8 0. Bunun köyləri görün 4 və mənfi 2'dir. Çünki toplayanda 2 eləməlidir. Buranda mənfi 8. Deməli A bəndi. 2 üstü logaritma 7'den x deməli bir dəfə 4 olacaq. 4 də 2'nin kvadratıdır. Buradan logaritma 7'den x bərabərdir deməli 2'yə. X bərabər 49'a. Bir də B bəndi. Bir dəfə də həmən bu 2 üstü logaritma 7'den x bərabərdir
Neye? O birisi neydi? Mənfi 2. Bu da ola bilməz də bilirsiniz. Ona görə cavab nədir? Burada boş çıxır. Sonra deməli 148-də A-nın hansı qiymətlərində tənin 4 müxtəlif kök var? 1. 148. Deməli sual 2 dənə LG kvadrat x çıxılsın LG x modulda. Üstə gələ A bərabər 0. Buradan elə bir ki modulda LG x-ə bir t deyirəm. Alıram deməli 2t'nin kvadratı çıxılsın t üstə gəlsə A bərabər 0. Bunun deməli 4 dənə kökün olmaq üçün bu aydın bu kvadrat tənlikdə, bunun da kvadrat tənlikdə birisi ki maksimal 2 dənə kök var. Bunun 4 dənə kökü olmaq üçün bir dənə düşünün, bunun kökü bir dənədir. Tutaq ki o da məsələn müsbət 5. Onda LG-x'i 5'ə bərabərləşsəniz, buradan LG-x plus -5 olacaq 2 kök eləyəcək. Tutaq ki bunun bir kökü mənfidir. Onda modul LG-x mənfi vəbşi kökü olmayacaqdır. Deməli bunun 4 dənə kökü olmaq üçün düşünün, bu kvadrat tənliyin T1 və T2'ləri olmalıdır. T1 və T2'lər olmalıdır. Yəni 2 dənə kök olmalıdır. Və hər ikisi müsbət olmalıdır. Niyə? Çünki bir dəfə bunu mən bərabərləşdirəcəm T1'ə, bir dəfə bərabərləşdirəcəm T2'yə. Məsələn, biri 3'dür, biri 4'dür. Demək, LG-x plus -3 olacaq. Bir də LG-x, məsələn dedim ha, bir də plus -4. Deməli, bu dəfə T1 axı müsbətdir, T2 müsbətdir olsa, buradan LG-x bərabərdir. Plus minus T1'ə, LG-x plus minus T2'yə oradan 4 kök olacaq. Deməli, nə olur olsun? Bu kvadrat tənliyin 2 kökü olsun və x-i müsbət olsun. Aydın ki, T1 ilə T2'nin cəmi, burada baxın, T1 ilə T2'nin cəmi 2'də 1'dir. Bir də T1 ilə T2'nin hasili A bölü 2'dir. Yəni, mən T1 ilə T2'nin bilirsiniz ki, məsələn, burada hasili yazdıq A bölü 2. Burada hər ikisi müsbət olmalıdır. Şübhəsiz ki, bu şərtdə problem yoxdur. Müsbətlə müsbətin cəmi görüşüm müsbət edir. Yəni demək istəyirdim ki, əgər bu tutaq ki müsbət olsaydı, yəni bu mənfidə bir yazsaydım, sual səhv çıxacaqdı. Yəni normalda T1 ilə T2 müsbətdir, müsbətlərin cəmi də müsbətdir. Bunu yazmasam da elə belə dedim. Yəni əsas odur ki, T1 ilə T2'nin hər ikisi müsbət olmaq üçün mən deyəcəm ki, hasili var, bu müsbət olmalıdır. Bir də bunların var olmaq üçün diskriminasiyadan böyük olmalıdır. Yəni bir də diskriminant gətirəcək bura. Yəni 1 çıxılsın 8A. Bu da müsbət olmalıdır. Deməli buradan aldım ki, buradan aldım ki, bunu elə belə dedim ha. Buradan aldım ki, A'sı müsbətdir, bir də A'sı 8'də 1'dən kiçikdir. Deməli 0 kiçikdir A, bu da kiçikdir 8'də 1 olmalıdır. Belə. Bir daha T1 ilə T2 olmalıdır və hər ikisi müsbət olmalıdır. Olmaq üçün diskriminantdan böyük olur. Hər ikisi müsbət olmaq üçün mən necə deyim ki, təkcə hansı müsbət olmalıdır? Həm hansı müsbət olmalıdır, həm də cəm. Cəm Allaha şükür müsbətdir, hasili də özümüz tapırıq. Sonra deməli baxırıq 149-a. Mən şərti köçürmürəm, yəni şərt burada aydındır. Sadəcə məxrəcdə x-dən A var, onu vuracam hər tərəfinə A-dan x-ə. Bu da x-dən B vurur, sürəti yazıram B-dən 2, C-dən x. Yəni şərt olduğu kimi köçürmürəm, bu sürəti vuracam onun tərsinə belə. Deməli belə sual, loqaritma B-dən C vurulsun. Buradan yazıda 1 üstə gəlsin loqaritma C-dən A. Bax 1 üstə gəlsin loqaritma C-dən A. Bir də vururam x-dən A-nın tərsi, yəni loqaritma A-dan x. Bu bərabərdir. Deməli, loqaritma A-dan C vurulsun loqaritma B-dən 2x vurulsun loqaritma C-dən x. Bəli, deməli, buradan deməli, loqaritma görə hansı? A-dan C, C-dən x. Bax, bu A-dan C, bunlar C ilə ixtisar gedəcəkdir. Qalacaqda deməli, buradan A-dan x vur B-dən x. Deməli, sağ tərəfdə oldu loqaritma A-dan 2x, çünki bax, C ilə gedibdir. Vur B-dən x. Bax belə. Buradan da A-dan x-dən, bax bu A-dan x-dən. Deyib, bu A-dan x gedir. Demək, sağda təkcə B-dən x qaldı. Solda isə loqaritma B-dən C vurulsun. Bu da bir C-dən C deməkdir. C-dən C. Toplayan da oldu loqaritma C-dən AC. Bax belə. O da bərabər olsun loqaritma
Deməli qaldı b-dən x. Bəli, buradan da c-lər görürsünüz ki, gedəcəkdir. Qaldı deməli loqaritma b əsasından ac bərabər olsun loqaritma b əsasından x. Deməli buradan x-in yerinə ac yazırıq. Bizdən deyəsən elə x soruşur. 150 sual. Deməli buradan LG 6 vurulsun 2 üstü 1 bölü 2x çıxılsın 8 bu bərabərdir LG 2 üstü 1 bölü x. Bəli, bunların içlərləri eyni olmalıdır. Yəni yazıram 6 vurulsun 2 üstü 1 bölü 2x çıx 8 bərabərdir 2 üstü 1 bölü x. Və hər halda bu, bax bu ifadə üstü. Bu 1 bölü x. Yəni ki bu çoxdur da. Yəni belə deyək 2 üstü 1 bölü x-ə t desən. Bu olacaq onda t-nin kvadratı. Yəni alıram 6t çıx 8 tərsinə yazım desəm. 2 üstü 1 bölü 2x-ə. 1 bölü 2x-ə. Bu balacadır. Buna t desək. Onda bu olduğunun kvadratı. Çünki bunun kvadratı elə də şeylə bax bu ifadə. 6t çıx 8 bərabər t-nin kvadratı. Buradan alırsınız t'nin kvadratı çıx 6t pür 8 sıfırdır. Bunda kökləri 2 və 4. Demək bir dəfə a bəndi. 2 üstü 1 bölü 2x bərabər 2 olacaq. B bəndi. 2 üstü 1 bölü 2x 4 olacaq. Buradan deməli bu belədir. Bu da nədir? Bax, bu formada. Deməli buradan 1 bölünsün 2x bərabər 1-ə. Oradan deməli x bərabərdir 2-də 1-ə. Buradan da 1 bölünsün 2x bərabər 2-yə. Oradan 4x bərabər 1-ə. X də bərabər 4-də 1. Demək 4-də 1-lə 2-də 1 oldu. Bəli. 150-də. Kökləncəmi soruşur. 4-də 3. 151. Y üstü 2x çıxılsın 5 vursun y üstü 2. Üstə gəlsin 6. Bunun kvadratı deyir bərabərdir. Sağda yazılar y üstü 2 çıxır. Bir də y üstü 2 məsələn belə. Bazı şahidlər buradan bilirsiniz ki, bu modulun içi məsələn mənfi olsa, belə deyək də, əksi çıxsa, yəni buradan 2 çıx y üstü 2 çıxsa, onda elə də mənfi 1 çıx 1 mənfi 2. Yəni buradan bir sözdə mənfi 2 də çıxa bilər. Onda ədədin kvadratı mənfi olamaz deyə bu boşca olacaqdır. Bir dəfə də şübhəsiz ki, bu özü çıxsa, yəni olduğu kimi çıxsa, müsbət gözü çıxsa, yəni belə deyək. Onda özünə bölən 1 eləyəcək, 1-dən 1 çıxan 0 eləyəcək. Deməli, sağ, yəni ədədin kvadratı 0 ola bilər, mənfi olamaz. Ona görə y üstü 2x çıx 5 vursun y üstü x pürüsü 6 0 olmalıdır. Buradan da aydın ki, məsələn, bu y üstü x-ə t deməkdir çoxdan tayı. Deyək yaxşı. 1 2-dir, 1 3-dür. Yəni y üstü x bir dəfə 2-dir, bir dəfə y üstü x 3-dür. Y üstü x necə 2 olsun ki? Burada məxrəc var axı. Yəni. Ona görə bu boş çoxludur. Buradan elin 3'tü cevap benim. Sonra 152 sual. A parametrası qiymətində yazdılar ki, loqaritm 2-dən A, 2-dən 2A, 2-dən 4A ifadələri yazılı sırayla ədədsizlə əmələ gətirir. Aydın ki, ortadakı qıraqdakıdan cəmi yarısıdır. Ya da ortadakının kimsili qıraqdakının cəmidir. Ədədsizliyə görə. Ona görə mən yazıram ortadakının kimsiliyi belə. Bax bu bərabər qıraqdakıdan cəmi. Yəni loqaritm 2-dən A, üstə gəlsin loqaritma 2-dən 4A. Aydın ki, buradan 2 gəldi, 2'nin üstüne 4a'nın kvadratı. Buradan da vurursunuz, elə də elə bu da nədir? A vursun 4a. Bu da elə nədir? 4a'nın kvadratı. Yəni, belə deyəcək ki, mənim sonsuz müsbət sonsuz. Bunun həlli təbii mənim sonsuz müsbət sonsuz. Ancaq bir sağ, yəni burada A loqaritmin içindədir. Ona görə də bu A sıfırdan nə olmalıdır? Böyük olmalıdır ki, bunun mənası olsun. Bəli, A sıfırdan böyük olmalıdır. Onun ki, cavab sıfır müsbət sonsuzdur. Ben A müsbət olmalı. Yəni 0 müsbət sonsuzluq. 153. Loqaritma 7 əsasından deməli 8 çıxsın. Loqaritma 5 əsasından 3x pürüz 2. Bu bərabər bir təni həll edin. Buradan 8 çıxsın. Loqaritma 5 əsasından
3x plus 2 bölü 7 üstü 1 7'ye. Buradan logaritma 5 esasından 3x plus 2 8 çık 7 1. Buradan 3x plus 2 bölü 5'e x de beraber 1'e. 155. 6 üstü 2 çıxılsın 14x bölünsün. Beraber 16'ya. Ayşen gider. Yukarıdan bir tane 200x'i çıxardım qabağa. Bak 200x. Qalsın deməli 3 üstü 2 çıxılsın 700x. Bölünsün 700x çıxılsın 300x. Beraber 16'ya. Beləcə bölürsünüz. Mənfi 1 qalır. Mənfi 1 yoxsa müsbət 1. Bu mənfi 16. Bəli, oldu mənfi deməli 2 üstü 2 mənfi 16. Oradan 2 üstü 2 beraber 16'ya. X de beraberdir 4'e. Belə. Sonra 157'nin sonu. Deməli, baxın, bir üstə gəlsin logaritma 3 əsasdan 4x plus 1 bərabərdir. Logaritma 3 əsasdan x kvadrat üstə gələ 23. Yenə bax, 1'in yerinə yazaq. Logaritma 3'dən 3. Toplayanı vuruq da. Vuraq çəli. 3 vurulsun, bax, bir ifadə elədi. 12 üstə gəlsin 3. Bərabərdir x'in kvadratı üstə gələ 23. Sola sağa keçirəm. X kvadrat minus 12x plus 20 beraber 0. Burada 10 ve 2'dir cevap. 10 ve 2. Sonra 159 200x plus 1. Düz sadede prosto çalışırken her tipinden birini yazın inşallah. Bu 200x vur 2 budur. Sağdaki de 500x bölünsün 5'dir. Beraber 40'a. Bəli, buradan deməli 200x 5 ilə 10 üstü 2 vurulsun 5'də 2 bərabərdir 40'a. Buradan 10 üstü x bərabərdir. Demək 42 böldük 20, 5'e vurduq 100, x də bərabər 2. 161'də yazın, burada qalmasın. 161. Deyir LG logaritma 5 əsasından bir də logaritma 2'den x bərabərdir 0. Bir dəfə bax bu içərisi 10 üstü 0 yəni 1. Logaritma 5 əsasdan logaritma 2 əsasdan 2x bərabər 1'e. Bir də bax bu içərisi baxın. Bu bərabərdir, deməli 5 üstü 1'e. Logaritma 2'den x 5 üstü 1. Buradan da x bərabər 2 üstü 5 32. Belə. Elhamdülillah. Sonra baxırıq məsələn 162 boş suallardır. 163. 163'te şanklar. Buradan da 162 aydında bu 3 bir dənədir, bu 4 dənədir, 5 dənədir. 5 dənə 3 8 45'dir. 3 x bərabər 9'a x2. Burada da köçürmürəm də, yəni bunun tərsini yazacağım. Yazacağım x'dən 3, gələ x'dən 9, x'dən 27 baxın. Yazaram baxın logaritma deməli 3'dən x'in tərsi x'dən 3. Üstə gəlsin logaritma deməli x'dən 9. Üstə gəlsin logaritma x'dən 27. Bəli, bu bərabərdir 6'ya. Bu 9 üçün kvadratda, ona görə logaritma x'dən 3'ü gəlin çıxardıq qabağa. Burada 1 qaldı. Burada qabağa 2 gəlir 2. Burada 3'ün kubudur, qabağa 3 gəlir. Bərabər 6'ya. Bu da 6 elədi. Bunlar gelir ixtisara. Logaritma x'dən 3 bərabər 1'e. Buradan x bərabər 3'ün özünə. Vəssalam. Sonra 165'in son. 2x çıxılsın, x vurulsun. Logaritma 2 əsasından x minus 2 və 3. Bərabər 0'dan yəni. Buradan x'i çıxarın önə. Qalsın 2 çıxılsın. Logaritma 2 əsasdan x minus 3 bərabərdir 0. Bəli, A bəndi bir dəfə x 0. Bu da yerinə yazını görsün 0 çıxış mənfidir. Ona görə kənar koy. B bəndi bu aydın ki 0. Yəni bu logaritma 2 əsasdan x minus 3 çıx 2 0. Yəni bərabər 2'ye. Buradan x minus 3 bərabər 2'nin kvadratı 4'e. Cavab 7. Yalnız 7. Sonra 166 7. LG 1 çıxılsın LG 2 çıxılsın LGX.
beraber 0,50'nin. Bak bunun içerisi 10 üstü 0 yani 1 olmalıdır. 1 çığ. 10'luk logaritma 2 çıxsın LG2. 10 0 1. Buradan da bu LG 2 çıxsın LGX beraber 1 çıx 1 0. Buradan deməli 2 çıxsın LGX beraber 10 0 1'e. Yine LGX beraber 1'e x beraber 10. Böyle. Düz mü yazdım? LGX 10'du. X 10'du. Ben 1. Ben. Sonra deməli 169. X vursun. 10'luk logaritma 10 üstü x minus 3. Üste yensin. LG 100 beraber 0 elde edin. Bu LG 11'di baydındı. Gəlir öne yani bu kalır. X vursun x çıx 3. Üzerine gelsin 2 0. Buradan x'in kvadratı çıx 3x plus 2. Tapılan köyler həmişə yoxlayın. Yazıram çünkü 2 ilə 1 hamısı ödəyir. Sonra 171. Logaritma 2 esasdan 2'yiz. Üzerine gelsin. Logaritma 2 esasdan x plus 2 beraberdir. 2 vurursun logaritma 2'den kötü 3. Bu 2 gelir kötü 3'ün üzerine. Aldık böyle. Demek toplayanda bilirsiniz ki vurmak lazım. Yaz x vursun. X plus 2 beraber 3'e. Tapılan köyleri yoklamak lazımdır. Bunun V teoremine göre köyleri -3 ve 1'dir. Ancak bilirsiniz ki -3 yerine yazanda ödemir. Bu oldu kenar köy. 1'de problem yoktu. Cevap ile de 1. Sonra deməli 172 saat biraz başqa təbiətlidir. 9 üstü a x üstə gəlsin 1 bərabər 243. Deməli bu tənindir kökü 1'dir. Heç nə tənin kökü 1'dir, x yeni 1 yaz. Alasan deməli 9 üstü a üstə gəl 1 bərabər 243. Buradan da 9 üçün kvadratı da olur 3 üstü 2a plus 2. 243'te 3 üstü 5'dir. Ben üstleri eğleştirsiniz, beraberleştirsiniz. Oradan a'nı tapırsınız. Səhv yazmadım. 2a plus 2. Ben 3 üstü 5. 5. Bəli, 1 onda 5. Düz olar inşallah. Sonra deməli 174. Sual belədir. Logaritma 3 əsasından 36 çıxılsın 3 üstü x. Bəli, 3 üstü logaritma 3'ten 2. Bu da 3'ler gelir 2 kalır. İçerisi olan 36 çıksın 3x bölü 3'ün kvadratı 9'a. Buradan 3x 27'ye ve x ile de 3. Cevap 3. 175. Logaritma deməli 7 əsasından x plus 2'de 1. Beraber 1 bölünsün. Logaritma deməli 9 bölünsün x kvadrat əsasından. Nədir bu? 49. Hər şəkildə mən bunu tərsinə yazım birinci. Bu olsun logaritma 49 əsasından 9 bölü x'in kvadratı. Bax belə. Deməli x burada deməli mənfi ola bilər, müsbət ola bilər. Bəli, bəli. Burada da bəli, mənfi olanda mənası ola bilər. Yəni mən burada açığı, yəni buradan kök 2 nədir? Bunu 7'nin kvadratı 3 bölü x'in kvadratı yazsam, amma modulda saxlamalıyım qanunda. Bəli. Deməli 7'nin kvadratı 3 bölü x'in kvadratı bu olacaq logaritma 7 əsasən 3 bölü x yazsam səhv olar. Çünki nədir? X'in mənfi olma şansı var. Burada da ola bilər. Belə bir şey. Onun gibi belə yazmalıyım. Bax belə. Deməli buradan deməli içləri eyni olacaq. Çünki görürsünüz əsaslar 7'dir. Ona görə əslində x plus 2'də 1 bərabərdir 3 bölü x. Fərz edin ki, açıq sualdır. Siz də modulsuz yazmışsınız. Onu da səhv götürərək. Bəli. Bal kəsilir. Uzaq olsun. Bu belə. B bəndi isə x üstə gəlsin 2'də 1 bərabər -3 bölü x. Bəli, hər ikisini götürürük. Soruşdu. Tənliyi sadəcə həll edin. Bəli, buradan deməli hər tərəfi 2x'ə vursaq, 2x'ə vurun. Bəli, kodlaşdırma olanda tənliyi həll edin deyən aydındır. Yəni bunun bir dənə kök olur. Onsuz da bunun bir dənəsi kənar kök olur. Bunu da 2x'ə vurun. Ancaq yazılı olanda məcburuq. 2x'ə vuranda deməli səhvləməyək. 2x'in kvadratı
Deməli, üstə gəlsin 2x çıx 3 bərabər 0. Burada ABC-nin cəmi 0 deyə bu tənin kökün biri 1-dir. Bu da və mənfi 3 bölünsün 2. Mənfi 3 bölünsün 2 ola bilməz. Baxın, mənfi 3 bölü 2, mənfi 1 onda 5 üstə bunu gəldi. Olmaz. Deməli, buradan 1. Buradan isə 2x-ə vuranda, deməli, alırıq, deməli, 2x-in kvadratı. Üstə gəlsin, deməli, 2x. Bir də üstə gəlsin 3 bərabər 0-a. Bunda diskriminantı 0-dan kiçikdir, kök yoxdur. Onun cavab təkcə 1. Belə. Sonra 177-yə baxırıq. 5 üstü 2x çıxılsın 26 vurulsun 5x üstə gəlsin 25 bərabər 0. Buradan aşağı itəlim. 5x-ə bir t dedik. Alıram t'nin kvadratı çıxılsın 26t üstə gəl 25 bərabər 0. Bunun da kökləri bir skill yetə görə 25-dən 1-dir. Bir dəfə 5x olacaq 25, bir dəfə 1. Oradan deməli x bərabərdir 2-yə və 0-a. 2 və 0. Soruşduğu nədir? 177-də köklərin cəmi. Siz də girin, cəmini tapın. Sonra deməli bu 178 bu boş suallarda, yəni baxın 178-də heç nədə yazır 2 üstü 0 1 verəcək. Sonra 3 üstü bu 1 idi. 3 üstü 1 3 verir. Bu da təzən burada 3 qaldı. X də ver 5 üstü 3 125. Buna t deyə 179. Baxırıq 179-a. Deməli 3 vurulsun 9 üstü 1 bölü 2 çıxılsın 8 vurulsun 3 üstü 1 bölü x bərabər 3-ə. Burada bu 3-ün kvadratı ən balaca, yəni budur. 3 üstü 1 bölü x-ə t deyin. Alasınız 3t'nin kvadratı çıx 8t çıx 3 0. Diskriminant 64 üstə gəlsin 36. T'ni tapıram, yəni 8 plus minus diskriminant kök altı bölünsün 2a, yəni 6. Bəli, bunun köklərin biri oldu. Deməli, a bəndi deyə t1 bərabər olacaqdır. Toplu çıxanda, deməli, elədir, mənfi 2 bölü 6, elədir, mənfi 3-də 1. B bəndi. Toplayanda t2 bərabər 18 bölünsün 6, yəni 3. Şübhəsiz ki, 3 üstü 1 bölü x mənfi 3-də 1 ola bilməz. Buradan 3 üstü 1 bölü x bərabər 3-ə, oradan x bərabər 1-ə. 181. 5 x üstə gəlsin 1 çıxılsın 5 üstü x çıx 1 bərabər 24 tənin həll edin. Sonra 3x çıx 1 ifadəsini hesablayın. Buradan demə ən balaca 5x minus 1. Yəni uşaq kimi 5x vur 5, 5x bölü 5 yaza bilərsə, ancaq 5x minus 1 çıxarın. Ən minimal, yəni. Çıxır qarşıya, qaldı 5-in kvadratı çıx 1. Bəli, bu 24-dür. 24 1-lədir böləndə. 1-in yerinə də 5 0 yazırsınız. Oradan x-in yerinə də 1. Nəysə bu oldu. Deməli 3 çıx 1 bərabərdir. 180 deməli 2 də 10 oxşardır. 183. 81 çıxsın. 3 üstü 3x kvadratı çıxılsın 44. Bəli, vurulsun kök altında 4x çıx 15. Sual, bu tənliyin köklərin cəmin 4-misini tapın. A bəndi. Deməli, bir dəfə bu 81 çıxılsın 3 üstü. Bax, bu ifadə 0 olmalıdır. Buradan aydın ki, 3 üstü 3x kvadratı çıx 44 bərabər 34-ə. Buradan 3x-in kvadratı bərabər də 48-ə. X kvadratı 16-ya. Bir dəfə 4-ə, bir dəfə mənfi 4. Təbii mənfi 4 qoyanda ödəməyir, görürsünüz. Bir kənar götür. Buradan təkcə 4-dür. Buradan B bəndi. Deməli, kökün altındakı bu ifadə bu isə nədir? 0 olur. Orada x bərabər 15 bölünsün 4. Yəni, istədiyi nədir? Tənin köklər cəminin 4-müsüdür. 4 üstə gələk. 4-də 15-in 4-müsünü soruşur. Bu da 16 üstə gələ 15, bu da bərabər 31. Belə. Sonra baxırıq 185-ə. Demək, 9 üstü LG pi, bax, 9 üstü LG pi bərabərdir. Pi üstü
ELG x çıxsın ELG 3 tənin həll edin. Bu 9'u mən pi ilə 9'un yerini gəlin dəyişdirdim. Pi üstü ELG 9. Bərabər pi üstü ELG. Yəni bu da böləndə yəni çıxır da. Çarşımız çıxanda bölünür. X bölü 3. Burada deməli əsaslar eynidir, üstlər də eyni olacaq. Buradan ELG 9 bərabərdir ELG x bölü 3. 9 bərabərdir x bölü 3. X bərabərdir 27'ye. Və sonra. Sonra deməli 180 idi baxın. Deməli 2 vursun loqaritma 3 əsasdan 4 minus x'in kvadratı. Bir də çıxılsın x vursun loqaritma 3 əsasdan 4 minus x bərabər 0 təyin edin. Sadəcə edin. Baxın, burada bilirsiniz ki, məsələn içi 1 olanda bu 0 1. 0 çıx 0 bərabər. Bir də x'in yerinə 3 yazın. Bax 3 yazanda 1 ilir 3'dən 1, 3'dən 1 0 0 0. Yəni cavab 3. Ancaq əsl yolu baxın şəhiddir. Burada yəni bu gəldi önə. Elə 4. Bu təbii müsbət deyə mən bura modul yazmışım. 4 minus 8 müsbətdir. Demək bu müsbət. Oldu 4 dənə. Loqaritma 3 əsasdan 4 minus 8. Çıxılsın x vursun. Bəli, bərabər 0'a. Bəli, buradan loqaritma 3 əsasdan 4 minus 8. Vurulsun 4 minus x bərabər 0'a. Bu 0 ola bilməz təbii. Çünki olur ya, yəni A bəndi 4 minus 2 bərabər 0, 4 burası kənar kök olacaq. Ona görə dedim olamaz. Çünki 4 yerini yazam mən. B bəndi loqaritma 3 əsasından 4 minus x 0'dır. 4 minus x 1'dir. X də bərabərdir 3'ə. Sonra 189 olun. Burada yazda 4 üstü x kvadrat çıxılsın 5x plus 6. Bərabərdir. Burada yazıram 4 üstü x kvadrat çıx 5x plus 6. Orada belə də yəni bu yəni 4'də 1'dir. Mən yazdım 4'ü mənfirdə. Belə rahat olsun deyə. Deməli buradan deməli üstlərini eyniləşdirək. X kvadrat çıxılsın 5x plus 6 bərabərdir. X kvadrat çıx 5x plus 6'ya. Bəli, bu soldakına t deyirsiniz. Deməli, t bərabərdir t'nin kvadratı. Buradan 0 və 1 ödəyir. A bəndi x kvadrat çıx 5x plus 6 bərabər 0'a. B bəndi x kvadrat çıx 5x plus 6 bərabər 1'ə. Sorusu t'nin kökdən cəmdir. X kvadrat çıx 5x plus 6 bərabər 0'a. X kvadrat çıx 5x plus 5 bərabər 0'a. İndi bəzən kimsə özünü qoçaq bilməsin, desin ki, bunun köklər cəm 5'dir, bunun köklər cəm 5'dir və birbaşa 10. Birinci diskriminant yoxlanmalıdır. Yəni bizdən məsələn düzdür t'nin köklər cəm tap deyəndə kompleks mənada başa düşürük. İndi həqiqi deyəndə diskriminant yoxlanır təbii. Diskriminant. İkincisi də ortaq köklər yoxlanmalıdır. Bəlkə bunun kökləri məsələn deyirəm 2 3'dür. Bu birisi məsələn 3 6'dır. Yəni burada siz 3'ü 2 dəfə götürəməzsiniz. Yəni bunun t'nin köklərin cəmi burada diskriminant elə deyəsən yaxşı baxdı 0'dan kiçikdir. Əslində burada nəyi soruşur? T'nin köklərin cəmi. Əslində t'nin köklərin cəmi deyirsən, bu 5'dir, bu da 5'dir. Cavab 10 olmalıdır. Yəni belə sualların biz səhv çıxardırıq. Deməlidir t'nin həqiqi köklərin cəmi. İndi cavab 10'dursa, yəni köklərin cəmini soruşur. Yox, cavab 5'dirsə, cavab kartına siz baxın da, cavab 5'dirsə, onda sualı belə qoymalıdırlar. Burada x və x-in cəmi yoxdur axı. Yoxsa edir aybal, mən səhv deyirəm 25 çıxsın 20. Yox, düz deyil sağlam. Bəli, düzmüş bəli düzüm. Bəli, burada x və x-in cəmi nədir? 5'dir, 5'dir, 5'dir. Bəli. Bu da 5'dir, bu da 5 düzmüş. Option t'nin köklərin cəmi və ya t'nin köklərin cəmi var. Ona görə cavab nədir? 5, 5, 10. Doğru. Bəli. Orta köklərə baxmaq lazım. Sonra 190. Deməli buradan 6 üstü x'i mən çıxardıram önə. Qalsın 1 üstü 26. Sağdan 2 üstü x'i çıxardıram. 1 üstü gəlsin 2 üstü gəlsin 4. Bu da 7, bu da 7.
600x beraber 200x'e, 200x kısar gitti. 3x beraber 1'e, x beraber 0'a. 0, 0. Sonra 192. Logaritma 3 esasına L2x üstə gəlsin. Logaritma 3 esasından 9 L2x çıx 8 beraber 0 təyin edelim. Burada toplayanda vurmaq lazım təbii. Yazıram logaritma 3 esasından vurduq, aldıq 9 L2x'in kvadratı. Çıxılsın 8 L2x. Bu beraber 0. Buradan deməli 9 dənə L2 kvadrat x çıx 8 vur L2x 301. Yəni çıx 1 0. Baxın buradan ABC'nin cəmi 0 deyə birbaşa deyərəm. Yəni T'yə ehtiyac varsa yazın. Bu T'nin kökün biri 1'dir. Bir də nədir? Mənfi 9'da 1. Yəni A bəndi L2x 1'dir. B bəndi L2x mənfi 9'da 1. Ancaq unutmayaq ki L2x bax bunun içindədir. Yəni. Onun gibi biz L2x'in yerinə axın. Necə qoyaq mənfi 9'da 1'i kənar kökdə. Birbaşa L2x 1 ola bilər. Cavab 10. Sonra 193. Deməli 7 üstü. Burada yazılır. Logaritma 2 esasdan 2'yiz. Burada birbaşa yazım da. Necə oldu? Bax burada x 3'də 1'dir, x 9'da 1'dir, x üstü nədir bu 27'də 1'dir. Bunlar qabağa gələcəmiz. Yəni 7'nin üstünə. Buna görə mən yazıram da. Logaritma 2 esasdan 2'yiz. Qarşısına var 3'də 1. Üstə gəlsin. Təzələnən 9'da 1. Logaritma 2 esasdan 2'yiz. Və s. nöqtələr bərabər 49. Yəni 7'nin kvadratı. Şimdi üstləri eyniləşdirək. Ancaq gəlin logaritma 2'dən x'i qabağa çıxardıq. Olsun deməli burada 3'də 1, üstə gəlsin 9'da 1, üstə gəlsin nöqtələr bərabər oldu 2'yə. Bu da sonsuz azalan həndəs hissələri qüvvətli bu deyir mötərizəncə. Logaritma 2'dən x vurulsun B1 1 çıx Q bərabər 2'yə. Sadələşdirək logaritma 2'dən 2 bu oldu deməli 3'də 2 yəni vurulsun 3'də 1 3'də 2'ye böləndə yəni 2'də 3 bərabər 2'yə. Buradan logaritma 2'dən x bərabər 4'ə, x də bərabər 2 üstü 4'ə. Belə. Sonra 194. X kvadratı çıx 9 vurulsun logaritma 5 əsasından x minus 1 bərabər 0. Buradan A bəndi. X kvadratı çıx 9 0 olmalıdır. Bu 3 və mənfi 3. Ancaq hansıdır kənar kök mənfi 3. Niyə? Çünki yerinə yazanda mənfi 1. Logaritma 5 əsasından x minus 1 bərabər 0. Buradan x çıx 1, 5 üstü 0'dır. X də bərabər 2. Kökdən cəmi soruşur. Deməli 3 ödədi, 2 ödədi, cavab elədi 5. 196, 190. Bəyək əsl mülayət yazdım. Deməli LG modulda x1 üstü 4. Sağ tərəfdəki birbaşa yazıram. x1 üstü nədir? A-nın kvadratı. Bu aydın ki mənfi və 0 olur. Ancaq modul müsbətli 0 olsa boş oldu. Hiç açdım. Mənfi olsa boş oldu 0 ola bilər. 0 olmaq üçün gərək x'in yeri mənfi A yazaq. Başqa mümkün deyil. LG mənfi A üstə gəl 4 bərabərdir 0'a. Mənfi A plus 4 10 0 1'ə. Oradan A bərabərdir 3'ə. Sonra 198. Deyirəm LG deməli kvadrat x'in kvadratı çıxılsın LG x 6. Üstə gəlir 2 bərabər sonra. Gəlin burada LG x kvadratına t deyək. Kim bunu 2'nin altına qabağa gətirirsə, onda modulu yazsın. Demək LG x kvadratını t dedim. Bu oldu t'nin kvadratı çıx. Bu da LG x kvadratın kubudur. Kubudur. Yəni 3 kere önə. 3t plus 2. Bunun köyləri oldu 2 və 1. Deməli A bəndi bir dəfə LG x'in kvadratı 2 olmalıdır. B bəndi LG x'in kvadratı 1 olmalıdır. Buradan x kvadratı 10'dur. Buradan x kvadratı bərabər 100. 198'də soruşur t'nin köklər hansıdır? Burada elə hamısı ödəyir. Da lazım deyil plus minus 10, plus minus kökü 10. Elə hamısı ödəyir. 100 vur 10. Cavab elədi 1000. T'nin kökləri hansıdır? 1000'dir.
Sonra deməli 200-ün sual 3 üstü x bərabər 32-yə 9 üstü y bərabər 64 olarsa 3x çıxsın 2y bölünsün y tapın. Buradan aydın ki x bərabərdir loqaritma 3-dən 32-yə. Y bərabərdir loqaritma 9-dan 64. İndi buradan şəhiddir 3x çıx 2y bölünsün y. Yuxarıdan aşağı bölün 3 vurulsun x bölünsün y çıx 2 qalır. Yəni gəl x bölünsün y qıraqda bölək. X bölü y. X'in yerine yazdım loqaritma 3'ten 32. Bunun yerine yazırım loqaritma 9'dan 64. 9'dan 64'ün biri sadeleştirək mi? Demək 3'ten 32. Bu da 3'te kök alıram belə deyək. 3'ün kvadratı 8. 3'te 8. Bu da loqaritma 8'den 32 deməkdir. Yəni bu loqaritmadır ki, bunun nədir? 3'e getirilir. Bu da aydın ki 4 bölünsün 3'dür. Vəssalam. 3 vurulsun x bölü y deyirəm bu. Yox, 5 bölü 3. Bu 2'nin kubudur, 2'si 5'dir. 5 bölü 3. 3 vursun 5 bölünsün 3. Düz mü yazdım? 5 bölünsün 3. Sonra deməli çıxılsın 2. Bu da bərabərdir. 5 çıx 2 bərabər 3. İndi haradan da elementr səhv varsa Şangil öz düzəltsin. Sonra 201. Deməli bu oldu 5 bölünsün 9. Beraber kötü 5 bölünsün 3. Böyle bu kötü 5 bölünsün 3. Bu sağdaki soldaki ise kötü 5 bölünsün 3'ün kvadrat demektir. Yani bu. Bu oldu 2x'in kvadratı. Çıx 12 üstə gelsin 10. Bu da beraber kökdə 5 bölü 3'tü 1. Yani üstləri eyniləşdirək. 2x kvadrat çıxılsın 10x bölü 10 beraber 1'ə. Buradan 2x'in kvadratı çıxılsın 10x. Üstə gəlsin 9 bərabər 0. Bu tənin kökləri hansı? Burada diskriminantda deməli yaxşı şey müsbətdir. 100 çıxılsın müsbət. Ona görə köklərin hansıdır? x1 vursun x2 9 bölü 2'dir. Cavab 4,5. 203. Buradan 200x bərabərdir 10'a. 5y bərabərdir 30'a. Bir dəqiqə 203'də 200x bərabərdir 14'ə. 3 y bərabərdir neydi bu? 22. 203. Deyir ki x minus 3 çıxılsın x minus y. Bir də üstə gəlsin y çıx 5 nəyə bərabər? X bərabər buradan deməli 3 olanda 8, 4 olanda 16, yəni 3 tam nə qədərsən. Bu da aydın ki 3 olanda 27 edir, 2 olanda 9, deməli 2 tam nə qədərsən. Deməli x görsün 3 tam nə qədərdir? 3 çıxanda müsbət edir. 3 tam nə qədər, 2 tam nə qədər? Demək x y-dən çoxdur. Y isə 5-dən azdır. Birincidən müsbət deyə öz çıxır. İkincidən özü çıxır. Axırıncıdan əksi çıxır. Bu da bərabər. Deməli x minus 3 çıx x plus y. Üstə gəl 5 çıx y. Buradan deməli y-lər gedirmiş. X-lər gedirmiş. Qaldı -3-dən 5-in cəmi cavab 2. Sonra 205. Deməli 1 çıxsın 3 üstü 3x bölünsün. Müxtəsər matsurda yaxşı baxın. Bərabər -242. Aydın ki A kubu çıx B kubudur. A çıx B bir də vursun birincinin kvadratı üstə gəlib birinci ikinci. Hasıl üstə gəlib ikinci qalır. Yəni xısar getdi. Qaldı 1 çıxsın 3x. -242. Buradan 3x bərabər 243. Oradan x bərabər 5. 207. X üstü logaritma 3'dən 7. 7 üstü logaritma 3'dən x bərabər 98. Bəli, bunların yerini dəyişdirirəm. Yazıram 7 3x. 7 3 əsasdan x. Bəli, görürsünüz ki 2 dənədir, x indi. Yəni 2 dənədir, yəni 1 dənəsi olacaq. 98 bölünsün 2.
Üstler eynidir. X de beraber 3'ün kvadratı. Cevap 9. Sonra 209 nömrəli sual. Demek LG x'de 4. Üste gelsin LG 4 ikiz. Beraber 2 üste gelsin LG x kub. Buradan x halini müsbətdir. Hangi 4 qaba gələcək? 4 LG x. Modulsuz. Sonra LG 4. Üste gel LG 200. Beraber 2 üste gelsin 3 tane LG x. Her şeyde bak 4 tane, 1 tane, 5 tane, bu da 3 tane. Deməli 5 tane LG x'den 3 tane LG x çıxar. Eləsin 2 tane LG x. O da beraber 2 çıxsın LG 4. Buradan deməli bəli, bu da bərabərdir. Ne yazabilirim? Bu da LG 100. Çıxsın LG 4. Bu da eləsin LG 25. O da bak belə yazıram 2 LG 5. Demək buradan x bərabərdir 5'e. 2 LG x, 2 LG 5, x bər 5. Sonra ne bileyim ya da 2 LG 2 yazırsınız. 2 LG qısarsınız. Hamısı yaxşıdır. 211 asandır bunlar aslında. Yazaq da 211. Elin y vurulsun LG x plus 4 beraber 1'e. Buradan y vurulsun LG x plus 4 beraber y üstü 1'e. LG x plus 4 1'di. X plus 4 10'du. X de 6'dı. Sonra 212'de biraz başka görüyoruz. 3 üstü x plus 2 beraber 6 üstü 2 deyir 4x'i tap. Bunu yazıram 9 vurulsun 3 üstü 2. Bunu yazıram 3 üstü x vur 2 üstü x. Yani bunlar aydın ki gelir kalır 2 üstü 2 9'dusa 4x de 81'e beraber. Sonra 213. soru. Deməli 35 üstü a beraber 7 üstü a çık b olarsa 49 üstü b bölünsün 2a'nı tapın. Bu aydın 49 7'nin kvadratı. Deməli bu 7 üstü b bölü a. Bak biz bunu toplayalım. Bunu yazıram 5 üstü a vurulsun 7 üstü a. Bu da 7 üstü a vurulsun 7 üstü b. Bu 7 üstü a'lar ixtisar getdi. Aldı ki deməli 5 üstü a beraber 7 üstü b. Başlaydı. Burada bana 7 lazım ki yaparım yerine koyun. Belə tip misalda 7'ni tapmaq istəyirsinizsə bax 7'nin özünü. Bunun qüvvəti nədir? Mənfi b. Deməli bunu 1 bölünsün mənfi b, yəni 1 bölünsün mənfi b dərəcədən yüksəldir. Belə deyək. Hamısını ki 7'ni tapım da. 5 b olsaydı 1 bölü 5 yazacağım. Deməli bu oldu 5 üstü a. Yəni 1 bölünsün mənfi b dərəcədən qüvvəti yüksəldir. Belə deyək. Aldıq 7 bərabərdir. 5 üstü mənfi a bölü b'ye. Nasıl? Bu hemen o 7'nin yerine getirin yerine yazaq. 7'nin yerine bak. 7'nin yerine. Bu beraber oldu. 7'nin yerine bu ifadeyi yazın. 5 üstü mənfi a bölü b. Bir de b bölü a. İxtisar getdi. 5 üstü mənfi 1 cevap 0,2. Belə. Sonra 214. 2 üstü 3 2 plus 2. Üste göre 800 x beraber 320. Bu 4 tane 2 üstü 3 x değil. Bu da 1 tane. Bu oldu 5 tane 8 üstü 2x beraber 320'ye. 800 x beraber 64'e. X beraber 2. 216. Logaritma 3 esasından. Bir de logaritma 2 esasından LG 10 üstü 6 vur x beraber 1. Bu bilinir. Bak bunun içerisi bak bu. Logaritma 2 esasından bir de LG 10 üstü 6 vur x beraber de 3 üstü 1'e. Bir de bunun içerisi LG 10 üstü 6 vur x 2 üstü 3'e. Bir de bunun içerisi 10 üstü 6 vur x 10 üstü 8'e. Buradan x beraber de 10 üstü 2'ye.
Sonra 218. Deməli x üstü 2 üstəgənsin loqarma 2-dən x bərabər 8-ə. Bax, biz bunu dedik ki, qabağını yazırıq loqarma. Yuxarının əsas nəsə onun. Deməli, bu gəldi önə. 2 üstəgənsin loqarma 2-dən x vur. Loqarma 2-dən 2x bərabər 3. Buradan açdım log. 2'den x'in kvadratı üstəgənsin 2 vurulsun loqarma 2'den x çıxış 0'dır. Bu da mənfi 1'dir. Demək A bəndə bir dəfə loqarma 2'den x mənfi olacaq. Bir dəfə loqarma 2'den x 1 olacaq. Mesela sonra 220. Demək 9 üstü x çıx 2. Çıxılsın 30. 30 yazarım 3. 10 vur 3. Deməli bu da deməli bir dəqiqə burada x-2 var. Elə 30 qalsın belə 30. 3 x-2. Üstə gəlir 81 bərabər 0. Həmin 3 x-2 elə bildim x-3 dana gedirdim. x-2 t deyəcəm. Aldım t'nin kvadratı çıxsın 30 t. Üstə gəlir 81 0. Bu da 27'nin 3'tür değil mi? Demək bir dəfə A bəndə həmin 3 üstü x çıx 2 27 olacaq. Bir dəfə 3 üstü x-2 3 olacaq. Və salam hər ikisi ödəyəcək. 221'in sonu. 4 üstü 200 çıxılsın 18 vurulsun 2 üstü 2 üstə gəlir 32'nin kvadratı üstə gəlir x'in kubu çıxılsın 4x kvadrat çıxılsın x 1 üstü 4. Bəli, bunun 0 olması için bunların hər ikisinin içi 0 olmalıdır. Və ortaq köklərini götürmək lazımdır. Buradan deməli buradan gruplarını ayıraqda belə deyək. Bunun kökü 16 və 2'dir. 16 ilə 2 bunun kökləridir. 16 və 2. Elə fərziyyən 200x-ə t demişəm. Yəni 200x çıxılsın 16 və 200x çıxılsın 2'nin kvadratı. Üstə gələ. Buradan da bu ikisini bir götürün, bu ikisini bir götürün və şay yazaq da. Yəni x kvadrat vursun x-4. Bu da çıx x-4. Oradan x-4. Qaldı deməli x kvadrat çıx 1. Və üstündə kvadrat var. Bir daha x kvadratı x çıx 4 minus x çıx 4. x-4 çıxığa bax belə. Bunun kökləri buradan 200x 16'dır. x 4'dür. Buradan 200x 2'dir. Bir dəqiqə. Buradan x 4'dür. Belə buradan x 1'dir. Buradan da x bərabər 4'ə. Buradan da plus minus 1'ə. Düz yazdımsa. Deməli düz olar inşallah. 16 2 belə. Opsiyon ortaq köklər deməli bir 4'dür. Bir dənə də 1'dir. Soruşu t'nin köklərini cəmi. Demək 4 və 1 5. Ortaq köklər 1. Belə. Sonra 222. Loqarım 2 əsasdan 10 çıxılsın 200x bərabərdir 10 üstü LG 4000x. Bu onlar 7 ilə qaldı 4000x. Buradan 10 çıxılsın 200x bərabər 2 üstü 4000x. Bu da elədir 8 bölünsün 200x. Yəni bu 200x'ə bir t deyə. 10 çıxsın t bərabər 8 böl t. Hər tərəfini t'yə vuraq. 10 t çıx t kvadrat bərabər 8. Solu sağa keçirin. Bu da üstə gəlsin 8 bərabər 0. Düz mü yazmalıyım? Aha. T'nin kiçik kökünü tapın. Bir dəqiqə. Onlar getdi 4008, 10 çıxsın 208, bez qeyri addır ona görə. Bərabər 204.8, o da, deyə burada səhvləmişim. 204 16'dır. Deməli 200x-ə t deyə səhv yazmışım. Bura deməli 16'ymış bəli, 16. Deməli bura 16 yazaq. Oldu 16. Deməli oldu 8 və 2. Tamam. Deməli A bəndi 200x bərabərdir 8 imiş, x bərabər 3.
B bəndi. 200x bölü 2'ye x bölü 1. Bəli, demək yerine yazanda x'in yerine 3 yazanda ödüyür, problem yoktur. Burada da ödüyür. Deməli bu maksimumdur. Bu da minimumdur. Kiçik soruşsa cavab 1. Bizden soruşur təni kiçik köklə. Soruşur. Deməli 224. Bakın x minus 2 üstü 4 x minus 6 bərabər 1. Bu tənin köklərini tapın. Bunun bayaqlarını oxşar dedim. Bunu yazırsınız. X minus 2 üstü 0. Burada 4'ten hal var. 4. 1. Bir dəfə üstləri olmalıdır. 4x minus 6 0. 2. Bir dəfə içərisi 1 olur. 3. Bir dəfə içərisi -1 olur. 4. Bir dəfə içərisi 0 olur. Və yoxlamaq lazımdır. Bu 0 0 mənası yoxdur. 0 üstü mənfinin mənfisi kəsilir və s. Buradan x'in yerine 1.5 koyun ödüyor. 1.5 koyanda hiçbir problem yoktu. X yerine 3 koyanda da hiçbir problem yoktu. Demek yoxlayır birisi var. 3 koyanda 1 eləyir. Bu da 1 üstü her şey özüdür. X 1. Burada mən 1 koyanda mesela burada -1 0 1. Mesela 1 koyanda 1 üstü ne bileyim neçilir -2 1. Ancaq x bölü 2 acı bir kenar köydü. Niye? Çünkü 0 0 mənası yoktu. Belə. Hadi bunu ödəyənlər tənin köklərini hansını soruşur? Hasil 1.5 vursun 3 vursun 1 cavabı 4/10'5. 226 2 üstü logaritma 3 esasdan x'in kvadratı. Bir de vurulsun. 125 üstü logaritma 27 esasdan x beraber 4. Bəli, bu 2 üstü logaritma 3 esasdan x'in kvadratı. Burada deməli x müsbətdir, ona görə bunu qabağa gətirən modus yazıram. Vurulsun. Bu da aşağı indir, baxın. 5'in kubudur, bu da 3'ün kubudur. Oldu 5 üstü logaritma 3 esasdan 2x beraber 4. Belə. Deməli bunu necə edirik? Bu da deməli bu oldu. Bu oldu 4 üstü logaritma 3'ten 2x vurulsun 5 üstü logaritma 3'ten 2x 400. Bu da yazarım da 20 üstü logaritma 3'ten 2x beraber de 20'nin kvadratına. Buradan logaritma 3'ten x beraber 2'ye x de beraber 9'a. Sonra 227 de 10'taydı. 228. Burada deməli 5'te 1 üstü LG kvadrat x çıxsın LG 2x. Bərabər 5 üstü mənfi LG x çıxsın. Gəlin bunu bir yazaq. 5'te 1 üstü LG x plus 3. Bəli, indi üstlərini eyniləşdirən baxınlar. Yazıram LG kvadrat x çıx LG x beraber de LG x plus 8. Buradan LG kvadrat x çıxılsın 2 dənə LG x çıx 8 0. Bunu görə 4'ten mənfi. A bəndi LG x beraber 4'e bu elə də 10 üstü 4. B bəndi LG x beraber -2'ye bu elə də 10 üstü -2. Köklər hansını soruşur? Yani 10 üstü 4'ün 10 üstü -2 hasılı cevap 10 üstü 2. Cevap 100. Sonra 230'a baxırıq. Logaritma kök altında 2 üstə gəlsin 1 əsasından x üstə gəlsin 3 çıxsın kök 2 bərabər 2. Buradan x üstə gəlsin 3 çıxsın kök 2 bərabərdir kök 2 üstə gəlsin 1'in kvadratı. Bu da oldu 3 plus 2 kök 2. Buradan bəli 3'lər geçsin. X ile beraberdir. Bu üste gerek bu. Cevap 3 kök 2 ve son. 232'nin sonu. 4 üstü x kvadratı çıx 1 üste gelsin. Kök altında x kvadratı çıx 4. Bir de çıxılsın 3 üstü. Demek x'in kvadratı üste gelsin. Bu x kvadratı çıxılsın 4. Çıx 16 bərabər 0 tənliyinin köklərinin kvadratları hazır tapın. Deməli bunu yazaq belə. Bu 3 üstü.
Bunu hər tane 4'e vuraq. Bu 4 mənfi 1 geçsin. Yəni 4'e vur. Alıram 4 üstü x kvadrat üstə gəlsin. Kök altda x kvadrat çıx 4. Çıxılsın 4 vursun. 3 üstü deməli bu 4'ü idi yoxsa nə idi bu? Bu 3'dür 2'dir. Yəni deməli 2 üstü x'in kvadratı üstə gəlsin. X kvadrat çıx 4. Bəli, çıx 64 bərabər 0. De bax buna 2 üstü x kvadrat üstə gəlsin. Bax bu ifadə gəlin t'dir. Yəni kvadrat t'niz burada bir deyil. Alacağım demək t'nin kvadrat çıxsın 4t çıx 64 bərabər 0. Bunda köyləri 16 ilə yox. Bu neçədir? Çıxsın deməli 4. Bu olacaq deməli t kvadrat çıxsın 4. Nə istəyir yazım burada? 4'e vurduq. Çıx 16. Bir dəqiqə səhv köçürəm. Deyəsən bu qabağında 3 var. Bunun qabağında 3 var idi. Bu deməli 3 idi. 4'e vurdum. Nədir bu 12. Bəli bu 12'miş. Bu da desə 16 ilə -4. Bəli belə. Deməli bir dəfə A bəndi. Şübhəsiz ki bu 2 üstü x kvadrat üstə gəlsin. X kvadrat çıxsın 4. Bərabər -4 boçoludur. Deməli B bəndi 2 üstü x kvadrat üstə gəlsin. X kvadrat çıx 4 bərabər 16'ya. Bu da 2 üstü 4 edir. Demək üstlərini iyiləşdirik. X kvadrat üstə gəlsin. X kvadrat çıx 4 bərabərdir 4'ə. Nə qədər uzundur bu? Buradan deməli x kvadratı çıx 4. Bir də üstə gəlsin. Həmən bu x kvadratı çıx 4 bərabər 0'a. Bunun da deməli 0 olması üçün bu müsbətdir. Obşim içləri 0 olmalıdır. Deməli x kvadrat çıxılsın 4 bərabər 0'a. X bərabər plus 2'yə. Bizdən t'nin kökləri hansını soruşur? T'nin köklərinin kvadratı hansını? Elə mi? T'nin köklərinin kvadratı hansını? Heç nə. Bunun kvadratı 4'dür. Bunun kvadratı 4'dür. Cavab 16. Qəribə. Belə düz yazarım inşallah. Bəli. Sonra baxırıq 233. X üstü loqaritma 5 əsasından 2x çıx 2 bərabər 125'ə. Bəli, bunun hər tərəfinə log yazacağım. Loqaritma 5'ə. Bax, loqaritma 5 yazıram qabağına. Loqaritma 5. Yəni bu gəldi önə. Birbaşa yazaq. Loqaritma 5'dən x'in kvadratı çıxsın. 2 vurulsun 5'dən çıx 3 0. Buna görə 3'də mənfidir. Bir dəfə A bəndi loqaritma 5'dən 2x 3 olacaq. B bəndi loqaritma 5'dən x mənfi 1. Bu 5'də 1'dir. Bu da 5'in kubu 125. Bunların hansını soruşur? O da 25. Sonra deməli baxırıq 235'ə. X üstü x kvadrat çıxılsın 5x plus 8 bərabər x kvadrat. Bu tənliyinin köklərinin sayını tapın. Ona görə verki görək yoxlayacağız yox. Bu bərabərdir 2'yə. Buradan x kvadrat çıxsın 5x plus nədir? 6 bərabər nədir? 0'a. Buradan 2 ilə 3'dür. Deməli bu oldu 2 və 3. Deməli buradan köklərin sayını soruşur. Bir dəfə deməli üstlərin bərabərləşmişəm. Bu oldu bir dəfə. Bayaq dediyimiz kimi. Bir dəfə də deməli bu x'in yerinə bəli bayaq bunu oxşan dedi ya 4 dənə hal var. Bir dəfə də x bərabərdir 1'ə 1 qoyanda baxın 1'in kvadratı belə. Yuxarıda nə olur olsun? Bir dəfə də üçüncüdə x mənfi 1. Mənfi 1 qoyanda belə 1. Bax bu da mənfi 1 üstü. Yuxarı elədi 1, 8, 9. 9'dan 9 o da mənfi 1 qoymuşdum. 6, 15. O cür ödəmir baxın. Mənfi 1 yerinə yazanda mənfi 1. Yuxarı elədi 1, 8, 9. 9'dan 5'in cəmi ödür. 1, 8, 9. 9'dan 5'in cəmi 14. Mənfi 1 üstü 14. Mənfi 1 də ödür.
Sonra 0 koyanda 0'ın kvadratı yukarıda 0 üstü 8. Bu da 0. Bəli, bir de dördüncüde x bərabər 0. Demək 0 qoyduq ödədin. Burada 4 dənə hal vardı. Üstlər eyni olmalıdır. Dedik bayaq. Sonra içərisi 1, -1, 0 yoxlamaq lazımdır. Deməli 1 qoyanda ödədik. Bəli, problem yoxdur. -1 qoyanda 1, problem yoxdur. 0 qoyanda 0 üstü 2, 0 verir. Bu da 0 8 0 verir. Demək kökləri də oldu deməli. Option ortaq yoxdur. 1, 2, 3, 4, 5 dənə. Tənin köklərinin sayını soruşur. Düzmü? Köklərinin sayı 5 dənə. Bəli. Sonra 237. Demək 5 üstü x üstə gəlsin 5. Bərabərdir deməli 3 üstü x vurulsun loqaritma 9'dan 5 üstə gəlsin 2. Bu tənliyin köklərin cəmi soruşur. Bu bərabərdir. Bu 9'dan 5 3'dən kötə 5 deməkdir. Yazarım bu bərabərdir. 3 üstü 2. Bu da 3'dən kötə 5 üstə gəlir 2. Bu da sadələşdirsə 3'ün kvadratı yəni 9 eləyir. Bu da 3'lər gedir. X gəlir kötə 5'in üstə. 9 vur kötə 5 x. Belə. Aldı ki 5 x belə deyim də çıxsın 9 vursun kötə 5 x üstə gəlir 5 0. Bax tənimiz budur. Buradan kötə 5 x'ə bir dənə t deyirəm. Alıram t'nin kvadratı çıxsın 9t üstə gəlir 5 0. Bunun diskriminant tapıram 81 çıxsın 20 ilə də 61. Köklər olacaq 9 plus minus 61 bölünsün 2. Bu oldu t1'dən t2. Yazırsa A bəndi bir dəfə kökdə 5 üstü 2 bərabər 9 çıxsın kökdə 61 bölünsün 2'yə. B bəndi kökdə 5 üstü x bərabərdir 9 plus 61 1 bölünsün 2'yə. Buradan x1 deyək. Bu bərabərdir loqaritma kök altda 5 əsasından 9 çıxsın 61 bölünsün 2'yə. x2 bərabərdir loqaritma kökdə 5 əsasından 9 üstə gəlsin 61 bölü 2. x1 ilə x2'nin cəmi tapın. Bu olacaq loqaritma kökdə 5 əsasından 81 çıxsın 61 bölü 4. O da loqaritma kökdə 5. Burada nədir? 20 bölü 4 5. Burada 2. Tənin köklər cəmi soruşur 2. 239 sual. Deməli 2 üstü x çıx 5'in kvadratı üstə gəlsin 4 bərabərdir 26 çıxan kvadratı. A'nın isə natural qiyməti tənin kökü var. Tənin sol tərəfi bilirsiniz ki, yəni 4 müsbət sonsuz üstü. 16 müsbət sonsuz. Deməli bu bərabərdir. Yəni bu böyükdür bərabər 16'dan da belə deyək. Böyük bərabər 16. Çünki yuxarısı 4'dür, ən minimalı 16'dır, 16 müsbət sonsuz. Buradan a kvadrat kiçik bərabər 9'a. Yox 9 neydi? 10. Buradan da yerinə deməli naturallar 1 qoyanda ödür, 2 qoyanda, bir də şu qoyanda. Natural mı dedi? Bəli, natural. Sonra 240'a baxaq. Sual 1'ə 9 üstü x çıxılsın 11 çıxılsın x'in kvadratı vurulsun 3 üstü 2 çıxılsın 9x'in kvadratı üstə gəlir 18. Bu tənin köklərin sayının tam köklə nisbətini soruşur. 9x çıxılsın 11 vurulsun 3x üstə gəlsin. X kvadrat vurulsun 3x çıxılsın 9x'in kvadratı üstə gəlir 18 0. Bunu yazıram 9x çıxılsın 9 dənə 3x çıxılsın 2 dənə 3x üstə gəlsin x'in kvadratı vurulsun 3x çıxılsın 9x kvadrat üstə gəlir 18 bərabər 0. Bəli, bu ikisini 1, bu ikisini 1, bu ikisini 1 götürürəm. Buradan 3x vurulsun 3 üstü x çıxılsın 9 çıxılsın. Buradan 3 üstü x çıxırım ötəcək xaricine. Qaldı deməli, gəlin belə üstə gələ 3x çıxır, qaldı x kvadratı çıxılsın 2. Bir də çıxılsın 9 vursun, x kvadrat çıx 2 bərabər 0. Bəli, bu ikisinin aydında nə çıxacaq? 3x vurulsun 3x minus 9, bir də üstə gəlsin.
X kvadrat çıxılsın 2 vurulsun 3 üstü 2 minus 9 bərabər 0. Buradan 3 üstü x minus 9 çıxır önə. Qaldı 3 üstü 2 üstə gəlsin. X kvadrat çıx 2 bərabər 0. A bəndi bir dəfə 3x minus 9 bərabər 0'ın kökü 2 olur. Tam kökü. 3x üstə gələ x kvadratı çıx 2. Bunda yəqin baxsanız tam kökü yoxdur. Nə qoysanız 1, 2, 3 ödəmir. Bunu da elə yazmaq lazım ki, 2 yerə elə parçalaşırsınız ki, parçaladığınız funksiyanın grafikini qura biləsiniz. Öncədən qeydləmişdim. Bu tipli misallar grafiklər həll olunur. Köklərin sayı. Yəni bu 3x-in qrafiki, məsələn, mənfi x kvadrat üstə gələ 2-nin qrafiki budur, belə deyim. 3x nə deyim? 3x-in qrafikdə baxın bu formada. Görürsən 2 dənə kök burada oldu, baxın. x1, x2. 2 dənə kök buradadır, bir də burada. Yəni biri 2-dir, biri x1-dir, biri x2-dir. Sual budur. T'nin köklərin sayını tam kökünə nisbətini tapın. Bir onda ver. 241'in sualı. Fx bərabərdir. Deməli 10 üstü 2x çıxılsın 3 funksiyası üçün. F deməli x plus k çıxılsın. Nədir bu? Fx. Bir də bölünsün. Fx üstə gəlsin 3 bərabər 99 tənliyini həll etmək lazımdır. K-nı tapmaq lazımdır. Eləmi? Bəli, k. Fx plus k yerinə yazın. 10 üstü sadəcə x'in yerinə x plus k yazıram. Oldu 2x plus 2k. Çıxılsın fx. Fx özü də şu alada. Çıxılsın fx. Yəni fx çıxanda yəni çıx 10 üstü 2x. Bir də üstə gələ 3. Burada da fx ilə 3'ü toplayanda qaldı 10 üstü 2x'in özü. Bərabər 99'a. İndi tənasübə keçirək. Bu oldu deməli 10 üstü 2k. Qəribə. Deməli, elə buradan 10 üstü 2x'i çıxardı mötəzil xarcını. 10 üstü 2x vurulsun deməli bir dəqiqə 10 üstü 2x bəli qaldı 10 üstü 2k çıxılsın 1 üstə gəlir 3 bərabər 99 dənə 10 üstü 2x. Neyi səhv yazdım burada? Neyi səhv yazdıq? Üstə gəlsin 3. Bir dəqiqə. Bir səhv köçürməm ki. Çıxılsın fx, fx plus 3. Bir də baxaq 10 üstü deməli 2x. Hə. 10 üstü 2x üstə gəlsin 2k çıxılsın. Hə, bir dəqiqə səhv yazmışam. Bir dəqiqə. Təzə yazdım. 241 təzə al. Yəni deməli fx bərabərdir. Yerini düzgün qoymamışdıq. 10 üstü 2x minus 3 özüydü. Bax fx plus k çıxılsın fx. Aha. Bölünsün fx üstə gəlsin 3. Bərabər 99. Yerinə səhv yazmışdım mən. Demək fx plus k oldu 10 üstü 2x üstə gəlsin 2k. Bir də çıx 3. Bəli, bundan çıxırıq. Demək fx'in özünü 10 üstü 2x çıx 3. Bəli, bunu yazmışdım mən. Bir də fx'in üçgənində elədi 10 üstü 2x bərabərdir 99. Bəli, buradan deməli mənfi 3'lər getdi. Qaldı 10 üstü 2x üstə gəlsin 2k. Çıxılsın 10 üstü 2x. Bərabər 99 dənə 10 üstü 2x. O da 10 üstü 2x plus 2k bərabərdir. Üstünə gələndədir 100 dənə 10 üstü 2x. Bu da 10 üstü 2x plus 2 deyir. Buradan deməli 2x üstə gəlsin 2k bərabərdir 2x plus 2'yə 2x'lər getdi. 2k 2'dir, k da 1'dir və salam. 243. Loqaritma deməli a əsasından yazır 3 vurulsun 3'ün kvadratı, 3'ün kubu və s. 3 üstü 10 bərabərdir. Deməli ifadəsinin qiyməti 11'dir. Bərabər 11. Hə. Burada a'nın hansı qiyməti? Deməli bunların üstlərini toplayaq. 3 üstü
1 üstəgəl 2 üstəgələ 3 üstəgəl 10 bərabərdir A üstü 11'e. Düzdür belədir. Buradan da 3 üstü 1A1 üstəgələ AN böl 2 vurulsun 10 yazıram. Bərabər A üstü 11'e. Bu da oldu 3 üstü. Deməli bu oldu 11 vurulsun 10. Bəli, bölünsün 2. Yəni belə də 11 vurulsun 5. Bu da belə A üstü 11'e. Deməli bu da bərabər olacaqdır. 3 üstü 5 243. 3 üstü 5 243. 243 üstü 11 bərabər A üstü 11'e. Elə A'nın yerində də 243 dayanır. Bax belə. 11 vur 5'te bu. Ben elə 3 üstü 5'i götürdüm. Üstü 11 yazdım. Geçin. Sonra bunlar biz istifadə edeceğim. Buradan aydın ki x bərabərdir, yəni 2 tam nə qədərə. Özünüz baxın 2 tam nə qədər görün hansına düşür. Buradan yəni 1 qoyanda 5 yeri, bu 0 tam nə qədər. Bu da 1 tam nə qədərdir, bu da 2 tam nə qədərdir, bu da 3 tam nə qədərdir. Burada 4'ü 2'nin kvadrat yazısı üstləri iyiləşdirirsiniz. Bunlar asandır. Buradan məsələn şey nədir? X1 üst 1. Buradan x'in yeri mənfi 1 qoyanda 4 0 5 0 1 verir. Beləcə. Bu da 2'nin kvadratı 2'nin kubu yazısı üstlərini iyiləşdirirsiniz. Bunlar asandır yəni baxın. Sonra deyəcəm bunlar da asandır. Bunda uyğunluqlar biraz asandır. Bunlar yazın mı yazmıyor mu? Bunlar asandır. Yazıq 253. 253. Demək, eğriliği x bərabərdir. 2'də 1 eğriliği A. Üstə gəlsin 2 dənə eğriliği C'nin kvadratı çıxsın eğriliği B. Bu olacaq eğriliği x bərabərdir. Eğriliği kökdə A. Üstə gəlsin eğriliği C üstü 4 çıxsın eğriliği B. Bu da aydın ki loqaritmanı vuranda toplayırlar. Kökdə A vurulsun C üstü 4 bölünsün B olacaq. Demək x bərabərdir. Kökdə A vurulsun C üstü 4 bölünsün B. 255. Loqaritma 2 əsasdan x kvadratı, burada var kvadratı. Deməli çıxılsın 20 vurulsun loqaritma 2 əsasdan 4x. Bir də üstə gəlsin 56. Bunu həll etmək lazım. Bu x müsbətdir, aydındır. Onu girib 2 qabağa gələndə modus olacaq. Fərz edin ki 2 gəldi önə. Bax belə yazımda 2 vurulsun. Loqaritma 2 əsasdan x'in kvadratı. Bax belə. Çıx 20. Bu da loqaritma 2'dən 4, yəni 2 deyir. Bir də üstə gəlsin loqaritma 2'dən x. Bir də üstə gəl 56. Bərabər 0. Bax buradan deməli 4 dənə loqaritma 2'dən x'in kvadratı çıxsın. Gəl mən açaq. Çıxsın deməli belədə 20 dənə loqaritma 2'dən x. Bu da mənfi 40'dan 56'ın toplayanda elədi 16. Bərabər 0'a. 4'e böldüm. Gəlin loqaritma 2'dən x-ə bir t deyə. Və 4'e bölək. Alıram t'nin kvadrat çıxsın 5t plus 4. Bunun kökləri 4 və 1'dir. Yazacağım A bəndi. Loqaritma 2'dən x bərabər 4'ə. 2 üstü 4'ə. B bəndi loqaritma 2'dən 4. Yox bir dəqiqə. Loqaritma 2'dən x bərabər 1'ə. Buradan x də bərabər 2. T'nin kökləri hansıdır? 32. Demək 257 suala baxaq. Deyir 200x bərabərdir. 7A çıxılsın A kvadrat çıxın. Bu tənin həlli olmaq üçün A parametri ala biləcək tam qiymətlərini cəmi tapın. Heç də sol tərəf müsbətdir, sağ tərəf müsbətdir. Burada mənfiyə böləndə A kvadrat üstə gəlsin 7A. A kvadrat çıxılsın 7A. Üstə yerə 10 kiçik 0 olur. Bunun kökləri 2 ilə 5'dir. Bura daxil olacaq 2 ilə 5'in arasında ədədlər. Ala biləcək tam qiymətlər 3 və 4'dür. Bunların cəmi də 7'dir. Bu qədər. Allah Subhanahu zihin açıqlığı versin. Sizə yardım eləsin. Amin. Esselamu aleyküm.